möhkəmləndirəcəklər. İndi İlahə müəllimə, gəlin elə edək bir yerdə edək. Bəli. Buyurun, səyyar Bax, burada mövzudan üzrə. Cənub qütb dairəsindən şimala doğru hərəkət edirsə, 2941,5-i 111-ə böldüm. Elədi 26,5. Oradan da şimala qalxanda 66,5-dən də çıxıram 26,5-ə edir 40 dərəcə cənub enliyinə gəlib çıxır. 66,5-dir. Burada Cənub qütb dairəsindəndir. Şimala doğru gedirik. Meridian üzərində 111-dir. Həmin bu rəqəmi böldük biz nəyə? 111-ə. Tapdıq 26,5 gərək gedək yuxarıya. Yuxarı gedəndə 40 cənuba çatırıq. Deyir bu həmin paraleldə, yəni bu 40 cənubda A və B məntəqələri var ki, bunlar arasında 2,5 saat yerli vaxt fərqi mövcuddur. Daha sonra bu 2,5-i biz dəqiqəyə çevirəndə 1 saatımız 60, 2,5-imiz də x olanda 60, 2,5-ə vurub 150 dəqiqəni tapırıq. İndi bu dərəcə çevirək müəllimə 150 dəqiqəni necə çevirərik? 1 dərəcəni 4 dəqiqədirsə, görəsən 150 dəqiqəmiz neçə dərəcədir? Bu zaman biz 150-ni 4-ə bölməliyik. 37,5-dir. Bəli, 37,5 tapırıq. Daha sonra biz neçə kilometr tapırıq? 37,5 vururduq 85,4-də. 40-cı paralelin qiymətinə vurmalıyıq. Və o da edir 32,5 edir. Aha. İkisində də nə alırıqsa, indi ona deyək, onun cavabına deyək A aldıq tutalım. A ilə işarə elədik. 3000 nə qədər məsəl üçün. İndi iki tərifdə həmişə çıxırıq sonda tərif deyəndə. İndi burada bizim məsafəmiz var xəritə, bir də miqyasımız var. 60 vururuq 20,5-ə, eləyir o da 3200. 3202,5-dən də 3200-ü çıxırdıq da. Bəli, müəllimə. İndi bunun tapdığınız elə o rəqəmə biraz oxşar olur həmişə, belə olur. Sonra onlar arasında fərqi tapandan sonra biz tərifi tapmış oluruq. Bu qədər sadə bir məsələdir. Əslində uzun görsənir əslində, amma çox da çətin deyil. İlahə müəllimə biri etdi, digər müəlliməmiz 2 horizontala dair məsələni kim izah etmək istəyir? Ramilə müəllimə izah etmək istəyər? Üzü ilə böyük kestirvəsi mütləq hündürlüklər arasındakı fərqi tap. Neçədir bu? Dəqiqə. 13,4, 8-dir hə o. 13,4-dən çıxırıq. Yaxınlaşdı. 13,4-dən 8-dir, bəli. Böyük kirsin əvvəlcə müəllimə nəzəri hissəni soruşaq. Hündürlüyü neçə metr olacaq? 2725 yadımda qalıb. 2725. Şuşa ərazisi. Bəli, Şuşanın hündürlüyü 8. Müəllimə eləyir 5,7. Minə 6. Müəllimə nə üçün çıxdınız? Birinci temperatur A ilə B arasında. Bu adı bu da B-dir. İzah eləyə danışım. Bəli. İzah edin. Digər müəllimlər də istəyir ətraflı ona görə. Buyurun. Deməli, temperatur fərqindən kilometrə keçirik. 13,4-dən 8-i çıxırıq, eləyir 5,7. Hündürlüyə əsasən 1000 metrə 6 dərəcə. 5,7 idi, yoxsa 5, neçə eləyir müəllimə? 5,7 tapdım. 13,4 çıxılsın 8. 5,4. Səhv baxdım belə səhvlərim. Minə 6. Buyurun. O yəni adi qayda ilə 5,4-ə x götürürük. X də eləyir tənasüblə tapırıq. Vuraq minə, bölək neçəyə? 6-ya. 54-dən 6-dan artıq 9-la nəsə başlayan bir şey olmalıdır. 900 oldu müəllimə. 900. Deməli, B ilə A-nın arasında 900 kilometr. Hündürlük var. Onun da 2 dənə horizontal arası boşluq olduğuna görə 2-yə bölürük. Kəsmə tapmaq üçün də aralarında 2 dənə boşluq var axı A ilə B arasında. Ona görə biz həmin boşluğa bölməliyik. Bəli, o da elədi 450. Deməli, horizontallarımız oldu 450. 450. Bunu sileyim, aydın görəsiniz müəllimə. Buyurun. Onun zirvəsini tapırıq. Deməli, ən aşağı fərqi böyük kirsin. Bir dəqiqə. İndi ətəyin hündürlüyünü tapmaq lazımdır müəllimə. Ətəyi istəyir. Müəllimə 2037, ondan da 2737-dən də. Bəli. Amma bir şey var da müəllimə. 2737-dən bu özü dağda axı ondan kiçik ədəd olmalıdır. Kəsmə yüksəkliyə bölünən ədəd olmalıdır. Həmin o dediniz 450-yə bölünən. Daxili horizontalı tapmaq üçün mənim belə rahat yolum var. 2737 bölünsün 450. Neçə düşür? 6 tam nə qədər düşür? 6-nı da vururam 450-yə. Deməli, birinci daxili horizontal 2700-dür. Düzdür müəllimə. Daxili horizontal. Müəllimə. Qəşəng üsulla Mənə bir köhnə kitabı var idi. Oradan neçənci ilə oradan baxmışdım. Deməli, müəllimə, daxili horizontal 2700 olduğuna görə aradan neçə boşluq var? 1, 2, 3, 4. 450-ni vururam 4-ə. Demək müəllimə, bunu 2700 tapdınız. Kənar horizontalı indi tapaq müəllimə. Kənar horizontalımız nə qədər olacaq? Sonra onların 2700-dən də çıxıram 1800-dür. Nə qədər olacaq?
900. Kənar horizontal 900 oldu müəllimə. Bəli, 900. Kənarı 900-dür. İndi birdən müəllimə, bunun indi nisbi hündürlüyünü tapmaq lazımdır. Nisbi hündürlüyü deyəndə də biz 2700-dən 900 çıxmalıyıq, yoxsa 2737-dən 900 çıxmalıyıq? Yox, müəllimə 2737-dən 900 çıxırıq A, nisbi əla. hündürlüyünü Bəli. soruşurlar. Doğrudur müəllimə. İndi çıxaq nə qədər olacaq nisbi hündürlük? 2000 bir dəqiqə müəllimə 2737 Çünki müəllimə bax, bir burada çıxarsan dağın nisbi hündürlüyünü tapın. Ona görə biz nisbi hündürlüyünü tapırıq. Sonra deyir, böyük kirs ilə arasındakı fərqi tapacağıq. Əvvəlcə nisbi hündürlüyünü tapaq. Nisbi hündürlük nədir? Kənar horizontalı ilə daxili horizontalın fərqidir. Kənarı tapdıq Yarısı 900-dür. Hə, bunu çıxaq 2737-dən 900 çıxanda nə qədər olacaq müəllimə nisbi hündürlük? Mən hardasa səhv eləmişəm. Cavab yoxdur axı 1837. Mən bunu burada Yox. 2700 budursa, Müəllimə buradan bir tapdınız da, iki- cavab o deyil. 1837 bunu tapdınız. Düzdür. İndi böyük kirslə onların arasında fərq 1725-dən Əsas belədir də, gedişatı çıxırıq 1837-ni. Bəli, Hə. burada da 16, 16-dan da 8. Müəllimə, bu böyük kirsdir. Bizim tapdığımız o nisbi var. Onu çıxdınız, tapırsınız bunu. Yəni ki, onlar arasında bəli, fərqi. 70 şimal enliyində qütb gündüzlərinin başladığı tarixdə günəş şüalarının günorta vaxtı 18,5 dərəcə bucaq altında göründüyü paralelə aid olan xüsusiyyətləri tapın. Deməli 70 şimal enliyində qütb gündüzü başlayırsa, müəllimə, deməli günəş 20 şimalda zenitdədir. Bəli. 20 20 şimaldadır. şimalda 90 dərəcə düşür. Biz İndi bizə Düşmə deyir ki, bucağı məsələsinə. 18 Aha. İndi bizə deyir ki, həmin vaxtı 18,5 dərəcə hansı paralelə düşür? 18,5 dərəcə onu tapaq. Bu kalkulyatora diqqətlə baxın, səhv eləməsin. 18,5 70 1,5 sıx 20. Müəllimə, günəş 51,5 paralelə düşəcək. 18,5. Bunu belə Düz yazaq elədin. düsturla 18,5 düşmə bucaq, yəni qiymətini qoyuruq yerinə. 90 çıxılsın enliyi bilmirik. Müəllimə indi tapdı enliyi. Çıxılsın 20. Bizim zenitimiz 20-dir. Ona görə 20 yazırıq. Və bu cavabdan biz artıq tapırıq ki 51,5 yazaq müəllimə 51,5 cənub enliyi. Cənub enliyi. Deyir, bu paralelin, yəni bunun orta fırlanma sürəti şimal mülayim işıqlanma qurşağının cənub sərhədindən keçən paralelin orta fırlanma sürətindən aşağıdır. Bilirik ki, fırlanma sürəti qütblərə doğru getdikcə azalır. İndi müəllimə, şimal mülayim işıqlanma qurşağının cənub sərhədi hansı paraleldən keçir? 23,5-dən. 23,5 cənub enliyindən. Şimal Şimal enliyindən. Şimal yəni. şimal 23,5 şimal enliyindən. Şimal mülayim deməli- işıqlanma qurşağı belədir də 23,5-dən 66,5-in arasıdır. Düzdürmü şimalda? Və Aha. bunun cənub Onun da sərhədi cənub- aşağıdan gedir. Şimalı desəydi qütb dairəsi olardı. Cənub burdandır. Yəni elə 23,5 şimal enliyidir. İndi müəllimə 23,5 şimal enliyində daha sürətli olar yerin orta fırlanma, yəni sürəti, yoxsa 51,5 cənub enliyində? Müəllimə 23,5-dən. Təbii ki. İndi burada nə deyir? Deyir ki, etiraflara- aşağıdır. Düzdür? Aha. Yəni ondan həmin 23,5-dən deyir aşağıdır sürəti. Təbii ki, bu ifadəni biz doğru götürməliyik. Bizdən də doğruları istəyir. Biri götürdük cavab kimi. 2-yə baxaq müəllimə. İşte bu paralel xətti üzərində il ərzində günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucaqları arasında fərq 43 dərəcədir. Deməli 43 dərəcə tropiklər arasında olur da. Bəli. Maksimumla Bu isə minimum tropikdən düşmə bucağı. yuxarıdadır axı. Bu isə tropikdən yuxarı olduğuna görə bunu götürmürük. Götürmürük. 2 yanlışdır. Sonra Aha, kəsişdiyi bütün okeanların donan dənizləri mövcuddur. Bu yanlışdır. aha, kəsişdik. Məsələn, 51 cənub enliyi deyək. Sakit okean olacaq, cənub enliyi. Hind okeanı, Hind Atlantik bütün də okean. hamısında müəllimə bütün- niyə donan dəniz yoxdur ki? Hind okeanında var idi, Sakit okeanında var idi. İndi Hamısında. bu Ona görə 3 də doğru Hə. cavab götürürük. 1, 3 var. İndi variantları çıxsanız, burada görəcəksiniz ki, artıq 2 Bir, variant qalır üç. sırada. 4-ə baxaq. İl boyu bu paralel üzərindəki məntəqələrdə kölgə günorta vaxtı cənub istiqamətinə düşər. Cənuba düşməz də, şimala düşər. 51,5 cənubdadır. Günəş həmişə burada yuxarıdan görsənir. Yuxarıdan görsənəndə demək kölgələr həmişə aşağıda olur. Yəni cənub istiqamətində olacaq. Ona görə bu cavabı da biz doğru götürəcəyik. Cavab B variantıdır. Digərlərinə də baxa bilərik əslində. Bu paralel keçdiyi materiklər. Başını qarışdırdı bir-birinə. Hə. Kəsişdiyi ərazilər yalnız platformalara uyğun gəlir. Yox, o orada olmayacaq. Platformalara uyğun gəlməyəcək. Çünki həm orada Antarktidanın şimalı yox. Aha.
Yəni Yəni o geosinkronal ərazilər var da orada. bəli, Yəni hamısı seysmik platforma deyil. qurşaqlar olacaq, doğrudur. Bu da yanlış olacaq. Sonra bir də 5-ə baxaq müəllimə. Bu paralel Bu kəsişli paralel materiallər kəskin materiallərdə qütb və gecə gündüzləri baş verir. 66,5-dən olar. Bu isə 51 daxı. Hələ 51-dən 66,5-ə baş qalıb. verdiyinə görə Hə, baş olmur. vermir. Mənlə eləyək, mənə başa salasınız onu. Bu Hansını? 4-ü? qurşaqları. Bəli, müəllim, bu saat qurşaqlarını. Hə, onlar niyə ki müəllimə? Buyurun. Edək. Hə, mənlə 4-cü. eləyək. Aha, buyurun. Hə, oxuyuram müəllimə. 13-cü saat qurşağının qərb sərhəddi ilə 8-ci saat qurşağının şərq sərhəddi arasında yerli vaxt fərqini müəyyən edin. Müəllimə, 13-cü saat qurşağı deyəndə biz 11-ci saat qurşağına qədər olanı olduğu kimi vururuq 15-ə, hə? Amma 11-dən yuxarı olanda 24-dən onu çıxırıq. Düz deyirəm. Aha. İndi biz 13-ü Hə. demək 24-dən 13 çıxanda nə qədər edir? 11 Hə, edir. 24-dən 13 çıxırıq, bəli, 11 eləyir. Hə, 11-i də 15-ə vuraq. Vururuq 15-ə. Vururuq 15-ə. 165. 65. Qərb Bəli, uzunluğu. 165. Qərb uzunluğu. Qərb 24-dən uzunluğu. çıxdıq. Hə, indi 8-ci saat qurşağını da yenə vururuq 15-ə. Düzdür, müəllim? Bəli. Çünki elə şərqdə 120 yerləşdirdik, 24-dən eləyir. çıxmırıq. Bəli. Çıxmırıq, bəli. O da eləyir 120. 120 Bunlar şərq uzunluğu. arasındakı vaxt fərqi, bəli, şərq uzunluğu deyirsə, iki fərqli olanda biz bunları toplayırıq da, hə? İndi müəllimə, burada bir şey Yoxsa- var da. Bu deyir ki, Hə. o da bu deyir qərb sərhədi, şərq sərhədi deyirsə, biz üzərinə Hə, 7,5 gəlib 7,5 çıxmalıyıq. İndi necə çıxırıq? Hə, ay sağ ol. O Hə, mənada. müəllim, 165-dən çıxırıq 7,5. Bir də 165-in üstünə gəlirik 7,5. Elə? Hə, indi müəllimə 165 bax bu Hə. Greenwichdir, düzdür? Bu 165 qərb bu tərəfdədir. Düzdür? Bəli. İndi Bəli. bunun demək, qərb sərhədidir, hə. Qərb sərhədi hara olar? Bu tərəfə olar, düzdür? Onun qərb hissəsi Bəli, bu tərəfə qərbə olar. tərəf. Qərb isə bu 170-ə. bu 0 daxı. Buna tərəf rəqəmlər azalır. Demək qərb sərhədi deyirsə biz 165-in üzərinə 7,5 gəlməliyik ki, onun qərb sərhədi Gəlirik, tapaq. bəli. Düzdür? Neçə Bəli, eləyir? bəli. Bu da eləyir 165-in üzərinə 7,5 gəlməlidir. Nədir? Kömək edin. Bəli. Mesaj bölməsinə yazın. 12. Müəllim, o Bəli, 7,5. 172,5. 170. Hədə tapdıq, bunu tapdıq qərb sərhədi. Artıq Hə. bu həll olundu. 172,5 qərb uzunluğu. İndi gəlin Qərb tapaq uzunluğu. 8-ci saat qurşağının şərq sərhədini. 8-ci saat İndi qurşağı yoldan 120. 120 Hə, şərq edir. 120-dən çıxırıq. Şərq sərhədi 7,5. deyirik. Müəllimə, şərq sərhədi bu Hə. tərəfdə, bu Greenwich, düzdür? Greenwich-in şərqində olur. Bəli. Şərq bu tərəf Bəli, də axı. Demək bu tərəfə doğru rəqəm Bəli, artır. Düzdür, olacaq Hə, onu 127,5. toplayırıq. Bəli. Bəli, 127,5. 127. Tapdınız müəllimə. İndi 127,5, 172,5. Biri qərbdir, biri şərqdir. Demək 172,5 üzərinə neçə gəlirik? Üzərinə neçə gəlirik? Yadına çıxdı. Hə, 127,5. 127,5. Hə, nə qədər olur bu? Toplayanda 3000 eləyir. 700 də 2 10, 7 10. 911, Hə, 3000 eləyir. 3000. 3000 eləməz 300 eləyər. Düzdür, bu 300 də, vergidən hə, sonra sıfıra sıfırı Hə, sıfıra atırıq. Hə, 300. Hə, Burada 300. cavabda 300 var. 300-də biz 300 bunu dəqiqə. 360-dan çıxarıq, düzdür müəllimə? Alarıq 60. Aha. 360-dan geri çıxasınız. Ümumi tam çevrədən çıxmalısınız. Çünki siz topladınız onları. Tam çevrə 360-dan həmin 300-ü çıxırsınız, alır 60. 60 dərəcəmiz neçə dəqiqə edir? 240 dəqiqə. 1 dərəcəmiz 4-dürsə, 60 dərəcəmiz neçədir? Biz nə edirik? 60-ı 4-ə vururuq. 1 saat Alırıq 20 dəqiqə. 240 dəqiqə. 240 dəqiqə. Bizdən dəqiqəni istəyir də, vaxt fərqini bu dəqiqə ilə verdiyinə görə dəqiqə. Saata desəydik ki, biz onu saatla edərdik. İndi digər müəllimlər üçün də bu həmin 180 nəzərən deyirəm. Müəllimə siz elə o üsulla gedərsiniz. 180-in nəzərə necə edirik? Burada 120. Aynen bunu bir də baxım görüm başa düşərəm. Görüm nətər eləyirsən. Burada şərq həmişə 180-in sol tərəfində olur, şərq yarımkürələri. 127,5. Burada da qərb tərəf olacaq. 172,5. 180 ilə 127 arasında 52,5 dərəcə var. 180 ilə 175 arasında rəqəm görürsüz yaxındır. 7,5 var. Düzdür? Bununla bunu toplayırıq, alırıq 60.
60-ı da 4-ə vurursunuz, 240 dəqiqə tapırsınız. Amma müəllimənin dediyi kimi üsulla elə bu rəqəmi toplayırsınız, 360-dan çıxırsınız, sonra onu 4-ə vurursunuz, dəqiqəni tapırsınız, 240-ı. Yəni ikisində də eyni cavaba gəlib çıxırsınız. İndi Sizə dərsə mən dediyim yaxşıdır, hə? Hə, hə. Müəllim? Hə, sizin dediyiniz də yaxşıdır. Hasanız başa düşülən? Hə, oldu müəllimə. Yenidən sizə dönüş edəcəyik. Müəllim. İndi nəzəri suallar Nə olar başlayır. Dərsi qayd edirəm bu arada. Kimə nəsə qaranlıq qalanda təkrar baxa bilər. Hə, müəllim, təzədən baxarıq. Allah Hə. kömək. Çünki buyurun Şəfa müəllimə. Ərazinin əksər hissəsi Baykal qırışıqlığı vilayətində yaranan platforma. Yəni bunu platforma qırışıqlıq xəritəsinə baxsanız görəcəksiniz ki, bir ərazi var ki, o Baykal qırışıqlığındadır. Hansı ərazidir müəllimə? Bu Ərəbistan olar, yoxsa Bəli, Sibirdə də Ərəbistan tamamilə doğru. Ərəbistan yarımadası Baykal qırışıqlığındadır. Sonra altını da izah edəm müəllimə. Karpat dağları, Sxoti-Alen dağları, bir də Zagros dağları. Hansı mülayim işıqlanma qurşağında yerləşir? demək Karpat yerləşər. Demək müəllimə, burada işıqlanma qurşağı deyəndə bunların ortaq xüsusiyyəti kimi götürə bilərik də. Hər üçü yerləşə bilər, düzdürmü? Bizə bu A-nı lazım deyil. A götürməyəcəyik cavablarda. Üçü də yerləşir. Əgər burada bir rəqəm versəydi, 4 versəydi burada məsələn, onu biri götürmək olardı. Düzdür? Ona görə biz keçib onda 2-yə baxırıq. Kimmeri qırışıqlığında hansıdır? Şimdi dönəcəm geriyə. Kimmeri qırışıqlığı hansıdır müəllimə? Kimmeridə olacaq Sxoti-Alen. Kimmeri hansıdır? Mezozoy. 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 Verxiyat Perski, o dedə Sxoti-Alen. Aha. Sonra Mezozoyda başqa nə var məsəl üçün? Qayalı dağlar var, Meksika yaylası var, Taymor yarımadası var, Kalimantan adası var. Sonra hətta Malakka yarımadasında da Mezozoy qırışıqlığı var, Tibet yaylası var, Kunlun var. Bunları deyə bilərik və Sxoti-Alen dağları da həmçinin Sakit Okean sahilində Mezozoy qırışığında yaranmış dağlar hesab olunur. 2-yə aid edərik nəyi? B-ni. İndi 2-yə B hardadır? Bax belə tapaq. D-ni çıxdıq, C-ni çıxdıq, Y-ni çıxdıq, qaldı 2. Və tez tapmaq istəyirsə testi, bax belə çıxmalar nə idi? Qaldı ya A-dır ya da ki B-dir. Sonra A məsələn burada 2-də A da verib. A yoxdur axı heç birində. Ona görə də bu da getdi, tez tapdıq. Bir dənə cümlə oxumaqla biz tapdıq. Amma yenə də hər ehtimal biz digərlərini də təbii ki gözdən keçirməliyik. Mütləq hündürlüyü 3000 metrdən çoxdur. Zagros dağları bilirik ki, DNA'dır. 5000 nə qədər olmalıdır? 40-dır deyəsən, səhv etmirəmsə Zagros dağları. İran-İraq sərhədində yerləşir və bu dağların yerləşdiyi ölkələrin hər ikisi də OPEC-ə üzv olan ölkələrdir. Belə yada saxlayırıq. Və Zagros dağlarına aid edirik. Sonra gəlir 4 mülayim kontinentalda yerləşir. Mülayim kontinentalda Karpat dağları yerləşəcək. Bu da tamamilə doğrudur. Gerlachovski 2655 metrdir həm də hündürlüyü. Yerləşdiyi ölkənin əhalisinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Hind-Avropa dil ailəsinə Zagros dağları, İran, Hind-Avropa dil ailəsi deyə bilərik. Sonra İraqda ərəblərdir. Orada yəni o ərəblər də yaşayır. Sxoti-Alen Rusiya, Hind-Avropa Slavyan ola bilər. Sonra Karpat dağları da həmçinin Slavyan olacaq. Yəni Hind-Avropa dil ailəsi ola bilər. Amma hər üçünə də deyə bilərik, amma ki, yəni burada ortaq xüsusiyyət olmadığına görə biz onu götürmürük. İnkişaf etməkdə olan ölkələrdir. Zagros, İran, İraq inkişaf etmək. Şərqi Avropada inkişaf etmiş ölkə yoxdur. Rusiyada inkişaf etmiş ölkə deyil deyə biz yenə də F-i götürmürük. Düzdür müəllimə? Razılaşırsınız fikirlərinə? Hə, onu götürmüş cavab A-dır. Gəlin müəllimə 8-ci məsələ Şəfa müəllim izah edəcək. Buyurun. Doğru olmayan fikirləri müəyyən edin. Atlas, And və Kordilyer dağları 3 yarımkürədə yerləşir. Atlas yerləşir, And da yerləşir, Kordilyer amma Kordilyer demək 2 yarımkürədir. Bu doğru olmaz. Bəli. Doğru olmaz. Tibet dağlıq yaylası mütləq hündürlüyünə görə Qafqaz dağlarından daha böyükdür. Bu düzdür. Appalaç dağlarının Təkidlə. Bizə doğru olmayan istəyir. 2 doğrudur. 2-ni çıxırıq buradan. Biz doğruları çıxacağıq. Sonra 3-ə baxaq. Appalaç dağlarının qərb, Ural dağlarının isə şərq yamacları daha çox yağıntı alır. Appalaç dağlarının əksinə bunun şərqi olacaq. Bunda isə qərb olacaq. Qərb. Düzdür? Çünki dənizdə okeana doğru, bu içəriyə gedir axı şərq tərəfi. Okeana doğru, Atlantika tərəf olan hissələrinə daha çox yağış düşəcək. Yəni qərb küləkləri cümləsi var. Qərb küləkləri Ural dağlarının qərb ətəklərinə daha çox yağıntı gətirir ifadəsi. Bir də bu Appalaç dağlarında şərqi Atlantik okean tərəfdə də təbii ki, isti cərəyan keçən yerlər, Golf Stream cərəyanı onun şərq tərəfinə təsir göstərəcək, yağıntı gətirəcək. Bu da səhvdir, bizə səhv lazımdır. Düzdür müəllimə? Hə, 1-3, deməli 1-3. 5-6. Katabaxi, Popocatépetl və Rusiya vulkanları Latin Amerikası ölkələri ərazisində yerləşir.
Düzdür də budur. İndi Popocatepetl gəlin Rus ölkələri vulkanları. deyin. Rusiya hansı ölkədədir? Ruis, Kolumbiya, Popocatepetl hardadır? o Guatemala idi. Həm Aladi, həm naftaya üzv olan ölkədə. Kolima, Meksika. Orizaba, Popocatepetl fəaliyyətdə olan vulkanlar Meksika Hə, hə. ərazisindədir. Bəs Cotobaxi hardadır? Chimborazo Cotobaxi bizə Humboldtu xatırladır ki, ekvator xəttinin kəsdiyi bir ölkədədir. Həmin ölkəyə məxsus Galapagos adaları var Sakit Okeanda. Ekvador. Təbii ki, Ekvadorun ərazisi. Chimborazo dağına da Humboldt çıxıb ilk dəfə. Demək bu da necə deyirlər, Latın Amerikasıdır. Meksikada, Kolumbiyada. Ruis də Kolumbiyanın ərazisində yerləşir. Yəni ona görə 4 də doğrudur, biz 4-ü götürmürük. Sonra 5-ə baxaq müəllimə. Kap, Ural və Böyük Sarıcı dağları geosignal inkişafının 4-cü mərhələsindədir. Kap, Ural, bu Bütün düzdür bu. qədim Dördüncü dağlar mərhələsi. 4-dədir. Bütün qədim dağlar. Kap da qədimdir, Ural da, Böyük Sarıcı da. Cavan dağ olsaydı 3-ə aid edərdik. Seysmik əraziləri 3-ə aid edirik. 5 də doğrudur, götürmürük. Bizə yanlış lazımdır. 1, 3 hələ ki yanlışdır. İndi 6-ya baxaq. Təbii ki, bu yanlış olacaq. Axır doğru olduğuna görə cavab 1, 3, 6 olacaq. İndi 6 da nəyə görə səhvdir? Deyir ki, qədim olmasına baxmayaraq Tian-Şan dağlarının mütləq hündürlüyü Pamir və Kunlun dağlarından çoxdur. Bu ifadə təbii ki, yanlışdır. Pamir, Kunlun dağlarının hündürlüyü daha çox olacaq. 8-ci məsələni Şəfa müəllimə izah edər. Buyurun müəllimə. Şəfa müəllimə, buyurun. Gəlin izah edək. Azərbaycanda ən cavan süxurların ərazilərində yerləşən şəhərlər. Ən cavan deyərkən biz dağlıq əraziləri əsasən çıxırıq variantlarda. Məsələn, müəllimlər, burada cavabları yazın görək. Hansı olacaq? Müəllimə, 1-dən yardımını çıxarıq, 2-dən leriki çıxarıq, Leriki 3-dən çıxarırıq. gədəbəyi çıxarıq, 4-dən 4-dən şahbuzu şahbuzu çıxarıq. çıxarıq. Bəli, tamamilə doğru Beşdən cavab Y Y qalır. olacaq. Y olacaq. Sonra artıq bir zoom getdi. Hələ biz 8-ci məsələdəyik. Bunun 40 dənəsi var. Gəlin elə olar ki, cavabı aşağıda yazasınız. Olar. 1 dəqiqə vaxt verib fikirləşin, cavabları yazın axırda. Ancaq izah edəcəyik təbii ki. Məsələn, burada 9-cu sıranı kim izah etmək istəyir? Əgər izah edən yoxdursa, müəllimlər aşağıdan yazsın. Mən də izah edə bilərəm Buyurun. müəllimə. Əgər Buyurun. cədvələ əsasən doğru sıraları, doğruları müəyyən edin. Faydalı qazıntı, yataq, yerləşdiyi inzibati rayon. Deməli, xromit, ipək, Laçın. Xromit var idi Kəlbəcər, Laçında. Kəlbəcərdə Göydərə idi, Laçında ipək. Bu doğrudur. Bir doğrudur. Düzdür müəllimə? Bir doğrudur, anı çıxırıq, yeni çıxırıq. Kıvars qumu Hacıvəli Hökməli Abşerondaydı. Bəli, Qobustanda deyil. Deyildi. Ona görə Abşerondaydı. ikiləri də çıxırıq. Sonra Əhəng daşı, Zəyəm, Daşkəsən. Bunu biraz unutdum. Zəyəm desəm Tovuz. Ayunit yatağı idi. Zəyəm Tovuz. Hə. Alünit bu səhv oldu, zəylikdir hə. müəllimə. Alünit zəylikdir. Zəyli Zəyəm idi, Tovuzda hə. olacaq. Ona görə 3 də yanlışdır. Sonra 4-ə baxaq. Polimetal, Mazımçay, Zaqatala. Bu doğrudur. Polimetal Böyük Qafqazda yeganə filiz yataqları. Müəllimə, Balakən Mazımçay Zaqatalardaydı. Balakəndədir, Zaqatalada deyil. Görürsən, Ona görə hə, 4-ü doğrudur, çıxırıq. evet. Sonra Molibden, Diyaqçay, Ordubad. Molibden, Parağaçay, Diyaqçay, Ordubadda səhv eləmirəmsə düzdür bu. düzdür. Kükürt, Toğanalı, Kükürt Çıraqdərə də Göltədən, hardadır? Kükürt yataqlarımız. Göygöldə. O da təbii ki, Göygöl ərazisində olacaq. Cavab 1, 5, Pero və Benge cərəyanları cənub mülayim istilik qurşağının sahəsinin genişlənməsi səbəb olur. Bu düzdür müəllimə. Düzdür. Bu termin soyuq cərəyanlar yanvar və iyul Ona görə də biz arasındakı ən böyük Atakama və Namibiya səhralarını mülayim istilikdə götürürük. Mülayim istilikdə yerləşən səhralardır. Çünki yuxarı qalxır. Bu cərəyanlara nisbətən o sərhədlər qalxır, Sərhəd yuxarıya düşür mülayimə. 1 doğrudur. Bizə doğru deyir. Sonra 2-yə baxaq müəllimə. yanvar və iyul izotermləri arasındakı ən böyük temperatur fərqi Avrasiya materikindədir. Yanvar və iyul izotermləri. Yəni kontinentallıq, kəskin kontinentallıq təbii ki, Avrasiya, mülayimin kəskin kontinentalı. 2 də doğrudur. Sibirdə. Sibirdə. Onun daxil olduğu ərazilərdə havanın qalxan hərəkət nəticəsində quru hava şəraiti yaranır. Bu səhvdir. Çünki quru Sonda. deyil, qalxan havada yağış olar, rütubət olar. 4-ə baxaq. Ümumi radiasiyanın ən böyük qiymət aldığı ərazilər ekvatorial iqlim qurşağında yerləşir. Ümumi radiasiya. O tropikdə idi də mənim. Təbii ki, teması tropikdə, ekvatorialda, sonra mülayim, ən aşağıda az olacaq Arktik, yəni qütb əraziləri. Doğrudur. Sonra
Burada Demək müəllimə gəlin alt çıxaq da variantları. Bax burada 1-2 doğru cavabdır. Bizdən doğrunu istəyir. Bunu çıxarıq, bəli, ya bunu 5 olacaq, çıxarıq, ya bunu 6. çıxarıq. Qalar ya öyle görürsən həmişə yaxın variantlar qoyuruq. Axırda da müəllimlər bunda səhv Hə, edirlər çox vaxt bəli, imtahanda bəli. yəni. Hə. 1, 2, 5 ya da Burada təbii ki, buludları təşkil edən əsas su kütləsi maye halında olacaq. 5 olacaq doğru bəli, cavab B variantı. bəli. 6-ya da baxaq müəllimə. Deyir ki, havanın bu niyə silinmədi? Bir dəqiqə. Hə, mən burdan yazmışam ona görə. Hə. Demək, havanın su buxarı ilə doyma həddi artanda yağıntı düşmə ehtimalı da artır. Bu ifadə yanlışdır. Niyə? Çünki su buxarı ilə doyma həddi artanda temperatur artır. Temperatur artanda da yağış düşmə ehtimalı azalar, artmaz. Ona görə də 6 yanlış olacaq. İlahə müəllimə, birini də izah edin. Hər bir müəllim 2-2 izah etsin o zaman tez qutarsın. 11 izah edin. Mənsəbləri okean səviyyəsindən həm yuxarıda, həm aşağıda da yerləşə bilir. Bu yəqin kürün sol qolları olar da müəllimə. Kürün Yəni sağı olur. okean səviyyəsində həm yuxarıda, həm aşağıda yerləşə bilər. Biz burada Kürün sol hər ikisinə aid edə bilərik, bəli. Həm sağ qollarına, həm sol qollarına. Yəni keşiş həm yuxarı. ərazilərdə yağıntılar bərabər paylanan mülayim isti iqlim yarımçıqına rast gəlinə bilər. Bu kürün soludur. Kürün sol qolları Sol olacaq. qolları Qanı Xəyri çayda məsələn bərabər yağıntılı Bəli. mülayim isti iqlim var axı. Qanı Xəyri çayda kürün sol qolları sayılacaq. Ona görə də biz bunu aid edərik 2, bura aid edərik 1. Sonra mənbəyi 4-cü dövr süxurlarının yayıldığı ərazilər. Qarabağ vulkanik ailəsi ola bilər mənbə. Bəli, bəli, inversiya var orada, olar. Ola bilər. Yəni bunu da aid edək sağ qollarına. Sağ qolları. Qarabağ sağ gedir. 3-ə aid edərik. Aralarında transsərhəd çaylar mövcuddur. Bu da hər ikisində də var da Bəli, hər transsərhəd ikisində çayı. var. Doğru. Sonra Hövzəsəran suları ilə Açıq Bayramlı və Cavanşir su anbarı qidalanır. Bu da soldadır da. Girdiman çayıdır, bu Dəvəbatan çayıdır. Şirvanın çayları da müəllimə Ağsu, Girdiman Bəli, çayı. bəli. Onlar da Aşıq Bəli. Bayramlıdır, Dəvəbatandır, Yekəxanadır. Bunlar Bəli. İsmayıllı ərazisindədir. Cavanşir isə Ağsu ərazisində olacaq. Yəni burada olacaq 1-ə 2 ilə 5 olacaq. Sonra 3-ə aid oldu 1 ilə 4. 2-yə də aid oldu sadəcə 3, 4-cü dövr süxurları. Düzdür? D variantı. Bəli. 11-ə 12-yə baxaq. Buyurun Ramilə müəllimə izah edin və yaxud da ki, burada Səadət müəllimə burdadır, Şəfa müəllimə. Axşamınız xeyir müəllimə, bəli. İzah edə edeyim. bilərsiniz. Buyurun. Hə müəllimə, deyim. Deməli, iqlim diaqramına aid olduğu iqlim tipi üçün düzgün fikirləri müəyyən edin. Deməli, bu olacaq iqlim tipi yağıntılar qış aylarında düşür. Mənim Aralıq dəniz iqlim tipidir bu. Tamamilə doğrudur. Aralıq dəniz iqlim tipidir. Görürsüz, temperaturları mənfiyə düşmür. Qışda da yağıntı düşür əsasən. Buyurun. Keçid iqlim qurşağında yerləşir. Deməli, bir aiddir. Bir aid olduğu üçün biz Y və C-ni çıxırıq. 2. Piriney, Apenin və Yucatan yarımadalarında yayılmışdır. Deməli, 2 Yucatan yarımadasında. Xeyr, Yucatanda yoxdur. Yucatanda tropik dənizdir çünki. Tropik dənizdə. Beni də çıxırıq. Yayıldığı Bəli. Beni də çıxırıq. Yayıldığı bütün ölkələr iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş daxildir. Deməli, xeyr, inkişaf etmiş ölkələr qrupuna hamısında yayıldığı bütün ərazi deyə bilmərik. Avstraliyanın demək olar Aralıq dənizi var. Carı demək olar var. Amma elə ərazilər var ki, orada məsələn Çilidə. Çili inkişaf etmiş deyil axı, orada Aralıq dənizi iqlimi var. Hə. Yayıldığı ərazilərdə əsasən qırmızı qonur torpaqlar. Davabadır. Aha. Bəli. Mülayim işıqlama qurşağında yerləşən ərazilər üçün səciyyəvi edir. Deməli, bəli, bu doğrudur. Tropik işıqlama qurşağında Aralıq dənizi iqlim tipi yoxdur. Heç cod yarpaqlı meşə kolluqlar təbii zonası da yoxdur. Ancaq mülayim işıqlanma qurşağında rast gəlinir. Sonra bu iqlim tipinə yalnız bir materikdə rast gəlinmir. Bu da doğrudur. Demək olar ki, materiklərin hamısında rast gəlinir. Birindən başqa. 1, 5, 6, bəli. Bu iqlim tipinə yalnız bir materikdə rast gəlinmir. Yəni Antarktikadan başqa bütün materiklərə rast gəlinir. Yəni 6 doğrudur. Sonra 1, 5, 6 olur. Aha, 1, 5, 6 doğrudur. İndi 13-ə baxaq. 13. Deməli, keçid iqlim qurşaqlarına aid olan xüsusiyyətləri müəyyən edirik. Öz hava kütlələri mövcud deyil və tiplərə bölünmürlər. Xeyr, tiplərə bölünür. Ona görə bu variant səhvdir. Bir olan Tropik nə qədər tipləri var? Musson tipi var, nə bilim, Aralıq dənizi indi bayaqdan danışdıq. Tiplərə bölünür mən onu demək istəyirəm. Yəni biri Bilirəm müəllimə, sizin dediyinizin əlavəsini dedim. Düz deyirsiniz. Tiplərə bölünmür. Tiplərə bölünür. Yəni o məsələni çəkdim ki, məsələn subtropik bölünür. Ona görə bir yanlışdır. 2-yə baxaq. Avrasiya materikində həm sərhəddir, bu doğrudur. Subekvatorial subtropik həm sərhəddir. Sərhəd olmasının səbəbi nədir müəllimə? Musson küləklərinin. Bəli, musson küləkləri tropik xətt qırılır. 3-ə baxaq. Səhrasında.
Aha, şimal yarımkürəsi deməli 2 aiddir. Şimal yarımkürəsində yağıntıların illik paylanmasında qeyri-bərabərlik müşahidə edilir. Bu da doğrudur da müəllimə, qeyri-bərabərlik müşahidə edilir şimal yarımkürəsində. Düzdür. Məsələn, Yağıntıların daxilə doğru bəli, təbii ki, yağıntılar kontinental tipdə az olacaq, kontinental mussonda olacaq. biraz çox olacaq. Aralıq dənizində Bəli. fərqli olacaq. Təbii ki, 3 doğrudur. Yəni ya Y olacaq, ya da C variantı olacaq. Bəli. 4-ə baxaq. Şimali Amerikanın Cənubi Amerikanın isə şimal ucqar nöqtələri yerləşir. Şimali Amerikanın cənub nöqtəsi subekvatorialdadır. Hə, bu da düzdür müəllimə. 2-3-4 olur. Cənubi Amerika isə şimal Şimali ucqar nöqtəsi Amerikanın ucqar cənub nöqtəsi Assuero yarımadasında olan Mariato burnunun Bəli. subekvatorial iqlimdə yerləşir. Cənubi Amerikanın şimal ucqar nöqtəsi də həmçinin Dalinias burnu, o da Subekvatorialdır. Kolumbiya ərazisində subekvatorial iqlim qurşağında yerləşir. İfadəsi doğrudur. Təbii ki, C variantı yazanlar doğru yazmısınız. 5-ə 6-ya da aydınlıq gətirək müəllimə. Buyurun. Şimal Buzlu Okean sahillərində yayılmamışdır. Müəllimə, orada subarktik iqlim qurşağı var. Şimal Buzlu Okean sahilində, yəni yayılıbdır. Bəli. İslandiya, Kuba və Madaqaskar adalarında yayılmamışdır. Deməli, İslandiyanın özü subarktikdə yerləşir. Bu Hı hı. düzdür. Kuba adası tropikdə yerləşir. Tropik Bir də dənizdə, ona görə bu Madaqaskarda, yanlışdır. bəli, bir də Madaqaskarda var, amma iki Madaqaskarda iqlimdə 2 dənədir. Tropik dəniz də var, subekvatorial da var. Amma Kubaya görə biz Subekvatorial da var. altını götürə bilmərik. 14-ə Aha. baxaq, başqa bir müəllim izah etsin. Hələlik müəllimə, hələlik. Oldu Xəritə müəllim. müəllimə 14-ə baxaq, asan sualdır. Buyurun. Salam müəllimə. Buyurun. Qarda və İnari gölləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Deməli, inkişaf etmiş ölkələrin ərazisində yerləşir, düzdür. Biri İtaliyadadır, biri Finlandiyada. Hı -hı. Sonra vulkanik mənşəli göllərdir. Xeyr, yəni vulkanik mənşəli deyil. Hı -hı. Tektonik Yəni buzlaq İnari mənşəlidir, düzdür? O, məsələn, Qarda gölü. Sonra Aha. hündür dağ gölləridir. Müəllimə, Birləşmir. Qardanı dağ götürə bilərik Alp dağlarına görə, orada yerləşirdi. Amma İnarini götürmək olmaz axı. Qütb tərəflər orada dağ deyə bilmərik. Hə, ona görə biz 4-ü yanlış, 3-ü yanlış götürərik. Düzdür? 1-i götürərik. Bəli. 2 ilə 3 yanlışdır. Deməli 1 olacaq. Sonra axarlı 4 göllərdir. olacaq. İkisi də 1, 4 olacaq çünki 1, 4, 6. onlar üzvdülər. Finlandiyada, İtaliyada üzvdür. Yəni Avropa İttifaqına. 5-ə baxaq. 5 yerləşdiyi ölkənin ərazisinin çox hissəsi əsas iqlim qurşağına xeyr. Əsas iqlim qurşağına aiddir. Məsələn, Qarda gölü subtropikdə yerləşir, əsas iqlim qurşağı deyil. Bəli. Sonra Özü də ki, İnari də orada hə, subtropikdə yerləşir də Qarda gölü. O keçiddədir. 5-i götürmərik. Cavab olacaq 1, 4, 6 təbii ki olmalıdır. Aşağıda axarlı göllərdir çünki şirindirlər. Suları, buzlaq mənşəli göllərin ümumiyyətlə gölləri həmişə şirin olur. 1, 4, 6 B variantı yazanlar siz doğru yazmısınız. 15-ə baxaq müəllimə. Hə, İqlim diaqramının aid olduğu məntəqənin yerləşdiyi təbii vilayət üçün düzgün fikirləri müəyyən edin. Bu səhv eləmirəmsə hansı idi? Şəki-Zaqatala idi. yox, Lənkəran. 1402 Lənkəran. bəli, Lənkəran astarı olacaq təbii ki. Hə. Nə oldu? Yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipi yayılmışdır. Yox. Həmin vilayətdə yoxdur ki, müəllimə, yağıntıları bərabər Yox. paylanan mülayim isti iqlim. Lənkəran Var, vilayəti. amma var, əslində var. Bu müəllimə nə deyir? Təbii vilayət üçün. Bizdən axırda nə istəyir? Deyir, bu iqlimin aid olduğu təbii vilayətdə olan xüsusiyyətləri götürməliyik. Sırf Lənkərana aid yox. Onun olduğu təbii vilayəti. Daha geniş anlayış. Hə, indi Onda biz, götürə bilərik. bəli, təbii ki, 1-i götürəcəyik. Sonra 2-yə baxaq. Suvarma şəraitində əkinçilikdir. Orada yağışlar çox yağır. Məsələn, Amma burada o- Elə vilayət içində Təbii olsa ki, yenə yay quraq yayı quraq, qışda yağış düşsə də yenə də suvarma şəraiti olacaq. Təbii ki, 2-ni də götürəcəyik. Hə. Yəni Alfa burada suvar 1-2 kimdən doğru aşır? cavabdır. A-nı çıxarıq məsələn, C-ni çıxarıq, B-ni də çıxarıq, qalır D ilə Y olacaq. İndi baxaq, Alp və subalp çəmən landşaftları yayılmışdır. Bu ifadə doğrudur? Yəni dağ çəmən landşaftı Xeyr. varmı Talış zonasında? Xeyr, amma Yox, dağ yoxdur. dağ çəmən torpağı var. Bax bu ayrıntıya fikir verin. Yəni 3 yanlışdır. Dağ meşədən meşələri dağ çöllərindən yuxarıda yerləşir. Təsəvvür edin ki, dağ meşəsi dağ çöldən yuxarıdadır. Bu düzdür Lənkəran üçün. Yəni dağ çöl aşağıdadır, Yox, sonra gəlir yox. dağ meşə. Əksinədir burada. Dağ meşədən yuxarıda dağ çöl gəlir. Ona görə də 4 də yanlışdır. Sonra 5-ə baxaq.
Tektonik qırılmalar boyunca termal və mineral bulaqlar, bəli, bu doğrudur. Əla. Termal mineral bulaqlar Cavabı var. artıq görürsüz. Altını da nə üçün götürmürük? 6 burada Qaraçöhrə yox idi də, Böyük Çünki bu Qafqazda var idi hardadır Qaraçöhrə? Şamaxıdadır. Dağlıq Şirvandadır. İynəyarpaqlıdır özü də. Mən bir dəfə də mən izah edəcəm. Müəllimə izah etsin, bir dəfə də mən izah edəcəm. 16-ya baxaq. Orta duzluluğa malik okean suyunun buxarlandırılmasından alınan duzun miqdarı X su hövzəsinin eyni miqdarda suyun buxarlandırılmasından alınan duzun miqdarından 2 dəfə çoxdur. X hövzəsinin orta duzluluğu ilə Qırmızı dənizin orta duzluğu arasında fərqi göstərin. Deməli, orta duzluğa malik okean suyunda 35 qram duz var. Deyir ki, X hövzəsində 2 dəfə çoxdur. Demək ki, 5. Və neçə oldu müəllimə? 24,5. Bəli, 24,5. 24,5 cavab D variantı. Yenə də izah edeyim. Deyir ki, burada orta duzluğa malik okean suyun buxarlanmasından alınan duzun miqdarı yəni 35. X bilmirik. Su hövzəsinin eyni miqdarda suyun buxarlanmasından alınan duzun miqdarının 2 dəfə çoxdur. Yəni 35 2 dəfə çoxsa X-dən çoxdur da. Yəni 35-i biz X-ə bölməliyik. Yəni 2-yə də daha doğrusu 2-yə bölməliyik. Tapmalıyıq ki, X nə Ondan 2 qədərdir? dəfə azdır da. X yəni X isə 2 dəfə 17,5. azdır. Bəli, 17,5 edəcək. Və sonra deyir ki, Qırmızı dənizdən deyir ki, həmin bu X tapdıq ki, Qırmızı dəniz arasındakı fərqi istəyir. Yəni 42-dən də biz tapdığımız 17,5-i çıxanda tapırıq 24. 17 izah edin. Buyurun müəllimə. Müəllimə 17 çox uzundur. Bəlkə elə həllin deyə hesablamayaq. Yəni burada bir-bir hesablamaq lazımdır. Nisbi rütubətli birincidə 60%-dir. 1 kub metr havada su buxarının doyma həddi 24 qramdır. Deməli 24-də 100% götürəcək. 60%-ə də X götürəcək. Həmişə yadda salın. Qramları 100 götürürsüz, faizləri aşağıda yazırsınız. 24 qrama 100, 60-a X. Sonra burada nə bilim. Hamısını bu Bəli, bu formada. formada. Eləməyə ehtiyac yoxdur. 19-a Hamısını eyni 100. qaydadan eləyib tapacaq. Nə deyir? Eyni olanları seçəcək. Yəni Bəli. Bu 5 dənə baxacaq. sıranın 5-ini də belə tapırsınız, cavablarını axırda baxırsınız. Hansının cavabları eynidirsə, onu götürəcəksiniz cavabda. Yəni hər birini bu şəkildə yazıb cavablarında eyniliyi olanlara biz sıranı götürürük. Ramilə müəllimə sizdən sonra da biz Gülnurə müəlliməyə demişdi 18-ci məsələ. Baxın tapa bilək. İndi bu çay hansı çaydır? Gülnurə müəllimə buyurun. Gülnurə müəllimə burdadır. Bəli, müəllimə buradayam. Buyurun müəllimə, bir təxmin edin, görəsiniz bu çay hansı çay olar? Və uzunluqları da verib. İndi mən bir vaxt edim bu uzunluqlara dair də bir şey hazırlamalıyam. Hansı uzunluqlar hansı materiklərdən keçir və ya da hansı iqlim qurşaqlarından keçir, belə suallar da sala bilərlər. Okeanlardan və yaxud da. İndi baxın müəllimə, bu hansı olacaq? Sizcə bu çay? Bura hansı dənizin formasıdır? Rəng adı bildirən bir dənizdir. Har mənası verilir. Aralıq dənizi. Aralıq dənizi. Dəniz olacaq. Bəli. İndi müəllimə bu sarı dənizə dair xüsusiyyətləri buyurun seçin aşağıdan. Yaxşı, müəllimə, bir dəqiqə uşaq gəldi, namaz qılmağa keçsin bu bir otağa. Buyurun. Hə. 18. Vaxtınızı aldım. Yox, müəllimə, buyurun. Rahat birinci sıranı izah edin nəyə görə olar və yaxud da ki olmaz. Deyir, mənbəyi Tibetin şərq hissəsində yerləşir. Sizcə Xuanxə çayının mənbəyi harda yerləşəcək? Bəli. Tibetin şərq hissəsində. Bəli, istər Xuanxə olsun, istər yansız olsun, bunların mənbəyi özdə Mezozoydur ha, Tibet. Yəni Tibetin şərq hissəsindən götürəcəklər öz mənbəyini. Və elə şərq hissədə də axan çaylardır, şərqə axırlar. Demək, biri götürəcəyim müəllimə, düzdürmü? Bəli. Demək, beni çıxarıq, yeni çıxarıq. Sonra orta axarlarında girli suxurlarla örtülür, Bios yaylasından keçdiyindən bu suxurlar çayın suyuna sarı rəng verir. Bəli, ona Bios çekintiləri. Bəli, C-ni də çıxarsınız, A-nı da çıxarsınız, avtomatik D-ni tapırsınız. De cavabdır. Amma yenə də biz o biri sualları da baxmalıyıq. Üzərində 3 dərə seysi var. Doğru deyil müəllimə burada? Deyil, müəllim. Bu hansı çayın üzərindədir? Yansız çayın. Doğrudur. Vadisində əhali sıx məskunlaşır. Bəli, müəllim. İstər yansız, istər Xuanxə, bunlar böyük Çin düzənliyini yaradırlar da. Orada əhali daha çox məskunlaşır. İkisinə də aid olar. Transsərhəd çay hesab olunur. Doğrudur.
Xeyr, müəllim. Sərhəddə deyil axı. Yalnız bir ölkənin ərazisindən keçir. Yəni ölkə, bax bir dənə bir şey var. Tranzit çay var. Bir də transsərhəd çay var. Tranzit çay odur ki, bir neçə ölkənin ərazisindən keçir. Məsələn, Reyn çayı kimi Almaniyadan, Niderlanddan, Avstriyadan. Bu olur tranzit və ya da bizimki qabır, qanıq çayları kimi. Amma bir var transsərhəd. Məsələn, Mekong çayı həm tranzit çaydır, həm də transsərhəd çayıdır. Niyə? Çünki bir neçə ölkənin ərazisindən keçir. Bu bir, onun tranzit olduğunu bildirir. Transsərhəd olmasa iki ölkənin sərhədindən keçməlidir. O isə Laos və Taylandın sərhədindən keçir. Laos və Taylandın ölkə sərhədi də, yəni oradan keçdiyinə görə bizdə məsələn Araz çayı da deyə bilərik. Məsələn, buna görə biz Mekong çayını transsərhəd də götürürük. Amma bu yansıdır Xuanxə, nə tranzitdilər, nə də ki transsərhədlər. Bunlar yalnız Çin ərazisindən keçir. Qutardı. Elə Visla çayı yalnız Polşanın ərazisindən keçir. Temza çayı yalnız Böyük Britaniyanın ərazisindən keçir. Altı da yerləşdiyi ölkənin ən uzun çayıdır. İfadəsi doğrudur müəllimə? Xeyr, müəllim. Çünki yansızdır. Asiyanın ən uzun çayı yansızdır. Yansız çaydır. 6671 kilometr olmalıdır onun uzunluğu. Aha, Günürə müəllimə bunu izah etdi. 19 da izah edin müəllimə. Kolumbiya. Müəllim 19. Kolumbiya və Missouri çaylarını birləşdirən ümumi xüsusiyyət. Kolumbiya Cənubi Amerikada, Missouridə. Bir dəqiqə müəllim, Missouri-ni unutdum. Missouri, Mississippi'nin qoludur. Missouri, Ohio, Arkansas. İkisi də Cənubi Amerikadadır bunlar. Yox, Şimali Amerikada ABŞ-ın ərazisi. Kolumbiya indi Kanadadan başlayır ABŞ-dır mənsəbi. Amma Missouri isə ABŞ-ın ərazisində Mississippi çayının qoludur. Çaylar atası adlanan, Aytaska gölündən başlayan çayın qoludur. Özü də sağ qoludur. Aha. Su toplayıcı hövzəsi bütövlükdə seysmik quşaqda yerləşir. Kolumbiya, Missouri. Xeyr, müəllim. Missouri düzən yerlərdir də, onu biz götürə bilmərik seysmik. Çaylarda bəli. Kolumbiya daxsaydı, Missouri düzən çaydı. Yox, seysmik ərazi baxımından məsələn orada Kordilyer dağları hissəsi var, orada fəaliyyətdə olan vulkanlar var, həm də subduksiya zonası olduğu üçün biz Kolumbiyanı götürə bilərik, amma Missouri-ni qol olaraq bu tərəfdədir deyə onu biz seysmik götürə bilmərik. B-yə baxaq. Mənsəbinin yerləşdiyi okeanın sahəsi fasiləsiz olaraq genişlənir. Hansı okeanların sahəsi genişlənir müəllimə? Sakit. Sahəsi genişlənənlər Hinddir, bir də Atlantikdir. O birlərinin sahəsi getdikcə azalır. Azalır, bəli. Bunların sahəsi getdikcə azalır. Demək bu müəllimə Missouri, Mississippi hara tökülür? Meksika körfəzində. Meksika körfəzi hardadır? Atlantik okeanında. Atlantik okean böyüyəcək sahəsi. Amma Kolumbiya və Colorado çayları dünyanın ən böyük kanyonları. Onlar sakit okeana tökülürlər. Sakit okeana tökülürlər. Sakit okean özəsinə aiddir. Niyə? Çünki Kolumbiya bir dəfəlik tökülür sakit okean, amma Colorado Kaliforniya körfəzi də elə Kaliforniya körfəzi sakit okeanda yerləşir. Hər ikisi sakit okeanda yerləşir. Amma sakit okeanlar kiçilir. Onu biz yenə də əks götürürük. Yəni bunlarda yəni uyğunluq pozulur artıq. Okeanları fərqli olduğu üçün. C-yə baxaq müəllimə. Mənbəyi qayalı dağlarda yerləşir. Bu deməli Kordilyer dağlarında qayalı Onun bir hissəsi qayalı dağlar, bir hissəsi kaskad dağlardır. Kolumbiya, Missouri, bəli, bu düzdür, mənbəyi qayalı dağlarda yerləşir. Bəli, hər ikisi bəli. Qayalı dağlarda Mezozoik qırışığında, Missouridə, Kolumbiyada qayalı dağlardan başlayır. Eroziya bahsi dünya okean səviyyəsindən yuxarıda yerləşir ifadəsi yanlışdır. Aşağı, yəni okean səviyyəsindədir, okean səviyyəsindədir. Aşağıda olması üçün məsələn Xəzərə tökülən çayların eroziya bahisi aşağıda ola bilər. Və yaxud da ki Aral gölü, Balxaş gölünə tökülən çayların eroziya bahisi okean səviyyəsindən yuxarıda ola bilər. Bunu deyə bilərik. Qidalanmasında yağış suları iştirak etmir. Bu ifadə yanlışdır. Təbii ki yağış suları olacaq. Olacaq, bəli. 20-ni kim izah edər müəllimlər? Sağ olun müəllimə. Buyurun. Heç iştirak etməyən müəllim varmı bu qrupdan? Mən deyim. Buyurun. Nərgiz müəllimə. 20-21 sizindir. Tamam. Xəzərin Azərbaycan sektorundan şimalda yerləşən coğrafi obyektlər seçin. A variantında Avoçinsk adası çıxır, Türkmənistana aiddir. Əla, tez-tez müəllimə. Sonra? B variantında da Çələkən çıxır yenə, o da deyəsən Türkmənistanın təsəvvürümüzə. C C variantında Niyangala çıxır, İrana aiddir. D variantında da Manguşlaq çıxır. Y variantı da cavab. Qızlar Körfəzi Rusiya, Durnev adası Qazaxıstan, Aqraxan da Rusiya. Rusiya.
Hamısı şimaldadır da, yəni ona görə. Bəli, bəli. 21-ə baxaq müəllimə, əhali məsələsidir, buyurun. Kömək eləyək müəllimə. Narahat O olmayın. ölkəsində əhalinin sayı 17 milyon nəfər, hər 1000 nəfərə düşəndə oğlanların sayı 4 nəfər, ölənlərin sayı isə 8 nəfər olmuşdur. Növbəti il ölkə əhalinin sayı 17.2 milyon nəfərə çatmışdır. Ölkəyə gələn miqrantların sayını hesablayın. Deməli, doğulanla ölənin fərqi 4 nəfərdir deməli. 4 nəfərdir. 1000-ə 4 yazarıq, Bəli, əhaliyə bəli. də 17 milyona da x yazarıq. Buradan Bəli. taparıq neçəni? Müəllimlər kömək. Dosta zəng. 17 milyonu vurun 4-ə bölün 1000-ə. 68 milyon. 68 min, əla. 68 17.2-dən də bunu çıxırıq, yerdə qalan miqrantdır. Onu tutmuruq axı. 17 milyondan 68 minə çıxırıq. 16 milyon 932 min qalır. Hə. Yəni azalmaq Yəni, bir ildə. yəni bu əhalinin özündən çıxdıq bunu, nə qədər qaldı? Sonra da miqrantları da tapmaq üçün biz bu 17,2 milyon nəfərə deyirik çatıb. Miqrantlara görə artıb da. Nə qədər miqrant gəlib onu tapmaq üçün bu nə qədər artıbsa ondan həmin tapdığımız rəqəmi çıxıb miqrantların sayını tapmış oluruq. O da nə qədər idi? 17 milyon 200 mindən çıxırıq 16.932-ni. Cavab nə qədər olacaq burada? 268 min nəfər. Belə olur da, hə? B variantı olacaq o zaman. B variantı. B variantı. Nərgiz müəllimə 22-yə də bir dənə baxaq, sonra sağollaşaq sizinlə. 22-yə baxaq. Qonur dağ meşə torpaqlarının yayıldığı çay hövzələrini müəyyən edin. Qonur dağ meşə. Böyük Qafqazda var bu. Bu Kiçik azad Qafqazda torpaq da var. xəritələrdə hansı çayların hövzəsində hansı torpaq tipləri yayılıb? Belə bir konspekt sizə atmışam. Kimlərsə onu oxuyubsa bunun cavabını biləcək. Yəni burada siz həmin xəritədə Tərtərin, Qusar çayın, yəni Böyük Qafqazın şimal-şərq çayı, bir də Göy çayı tərəfdə Qonur dağ meşə torpaqlarını görə bilərsiniz. Yəni yuxarı hissələrində var, nəsə yox. Cavab olacaq A variantı burada. Digər çaylarda yoxdur. Məsələn, bir dənə çaşdırıcı məqam var. Oxçuçay, Bəsitçay var. Zəngilan hissəsinə tökülən yerdə orada qəhvəyi dağ meşə torpağı var. Naxçıvana yaxını deyə, Naxçıvan çaylarında da qəhvəyi dağ meşə torpağı var. Oxçuçay, Bəsitçayda var. Birdən orada Qonur dağ meşə verər. Gilanı və yaxud da ki Bəsitçayı və yaxud da ki Naxçıvan çayı o yanlış olar. Çünki orada Qonur dağ meşə torpağı yoxdur. 23-ü kim izah edər? Sağ olun müəllimə. Tez müəllimlər. 10 dəqiqəyə bitəcək. 3-cü deyəsə zoom atacağam. Buyurun. Buyurun müəllimə. AVB məntəqələrinin yerləşdikləri ərazi üçün ümumluq xüsusiyyətlərini müəyyən edirik. AVB məntəqələri deməli hər ikisi də yerləşir tropiki mussonunda. Deməli ki, iqlim qurşağının musson iqlim tipi səciyyəvidir. Bu doğru olur. Biri götürürük. Bəli. Deməli yağıntılar əsas hissəsi ilin soyuq dövründə düşür. Mussonda haçan Bu düşür? yanlışdır. Yağıntılar istidə düşür Yayda yaylarında. düşəcək. Bəli, 2 yanlış. Sonra Qırmızı torpaqlara rast gəlinir. Bu da doğrudur. bəli, musson zonasında sarı və torpaq var. Buyurun. Bəli, qırmızı torpaqlara rast gəlinir. Daha sonra deməli dedik ki, dəyişkən qüvvətin işlər təbii zonası formalaşmışdır. Bu da doğrudur. Orada formalaşır azal hissəsində. Bəli. Platformadan qalxan sahələr, yəni 1-3-4 olacaq. Cavab B-dir. Qalxan sahələrə uyğun gəlir. Bura baxsanız Atlantik sahili ovalıqdır və ya da böyük Çin düzənliyi. Bunlar yəni enən sahələr gedir də. Yəni ovalıqlar ümumiyyətlə enəndir, yaylalar qalxandır. Əsasən bunlar enən hissələrə uyğun gələcək. 5 yanlışdır. Bütün ərazilərdə yayılmış torpaqlara Avstraliya materikində rast gəlinmir. Yəni bu ərazidə meşələr təbii zonası var da. Dəyişkən rütubətli meşələrdən necə torpaqlardır? Elə qırmızı torpaqlara da rast gəlmək olur, sarı torpaqlar da var. İndi Avstraliyada heç rast gəlinmir. Deyə bilərsiniz, bəlkə də bunu götürməsi deyirsə, Avstraliyada musson iqlimi nə gəzir ki, orada da onun torpaqları olsun. Amma elə deyil. Yəni təbii zonaya uyğun torpaqları götürməsi, iqlimə yox. 24-də baxaq. Şəkil sıxını Taş dağlarında mövcud olan azonal landşaft tipinin hündürlüyə doğru dəyişməsi verilmişdir. Landşaft tiplərinin yeri dəyişsə, doğru ardıcıllıq müəyyən olar. Deməli, burada birinci düzə meşə düz gəlibdir. İkincidə dağ meşə olmalıdır. Ondan sonra quru dağ çölləri gəlməlidir. 2 və 3 olmalıdır. Bəli. A bəndi. Düz deyirsiniz. Yerlərini dəyişsək, yuxarıda dağ kserofitdə ancaq Naxçıvanda və Talış dağlarında daha çoxdur. 25-ə də baxaq müəllimə. Qısa sualdır. Formal təbii şərtlərə deməli. Buyurun. 23-də altını götürdünüz yoxsa yox? Yox, götürmədik. Yanlış deyil. Rast gəlinmir, amma rast gəlinir Avstraliyada. O mənada. 25-ə baxaq. Formal təbii şərtlərə aid deyil. Deməli su, torpaq, bitki örtüyü, heyvanat aləmi bunlar bərpa olunur. Amma fosforit bərpa olunan deyil. Bəli, bərpa olunan deyil. Yəni sudur, torpaqdır, meşədir məsələn. Bunlar Azərbaycanda az. Aqroiqlim ehtiyatları Azərbaycanda boldur. 26-nı kim izah edər?
Aynurə Mətləb. Buyurun. Müəllimə, mən izah eləyim. Bəli, ən az Mən yoxladım. 3 dənə izah edəcəksiniz. Buyurun. 26, 27, 28 sizin də buyurun. Qarabağ fiziki coğrafi rayonuna aid olan xüsusiyyətləri müəyyən eləyin. Yəni sırf Qarabağ xüsusiyyəti rayonuna aid olsun. Arazboy və Gəncə fiziki rayonları ilə həmsərhəddir. Düzdür deyir də müəllimə. Həm Arazboy ilə, həm də Gəncə fiziki rayonu ilə həmsərhəddir. Bu bir. Sonra mülayim isti və soyuq iqlim tiplərinə rast gəlinir. Həm soyuq iqlim var, mülayim isti də. Qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim. Bəli. Bəli, var. İki də var. Xarici ölkələ həmsərhəd deyil. Niyə həmsərhəd deyil? Həmsərhəd rayonu İranla həmsərhəddir. Bu səhvdir. Kəlbəcər və Şuşa şəhərləri yerləşir. Xeyr, onlar Kəlbəcəri çıxardan olmaz. Müəllimə, burada 1-2 doğrudur, düzdürmü? 1-2 olmayanları çıxsaq, görərik, bir dənə variant qalır. Demək 4-ü götürəcəyik də Kəlbəcərlə Şuşa şəhərləri Qarabağ fiziki coğrafi rayonuna düşür. Yəni vulkanik yaylaya düşmür. Bəli. Kəlbəcər düşmür müəllimə. Düşür Qarabağ fiziki coğrafi rayonuna. Mən o yanıltdı bir dənə. Yəni elə bu cavabsız 4-ü görəcəksiniz. 4 burada deyil, burada 4. Kəlbəcərlə Şuşa şəhərləri yerləşir. 5 dənə 6 yanlışdır, amma yenə də baxmalıyıq. Bir Sərsək və Xudafərin su anbarları yerləşəcək. Sərsək Tərtər çayındadır, Xudafərin də Araz çayı üzərindədir. Onlardan da yəni Xudafərini biz aşağıya aid edirik. Şərqi Zəngəzur tərəfdə də, Cəbrayıl tərəfdə. Düzü Arazboy tərəfdə. Arazboy tərəfdədir. Bir də Bərdə Ağcabədi inzibati rayonları yerləşir. Orada Bərdə Ağcabədi inzibati rayonları Deyərsiniz, Qarabağ iqtisadi coğrafi rayon olsaydı, bəli, Bərdə Ağcabədini götürərdik. Amma Qarabağ fiziki coğrafi rayon deyirsə, bəli, götürməyəcək. Bunu çaşmaq olmaz, bunu diqqətlə fikir. Sonra 27-yə baxın. Afrikanın monarxiya idarə etmə quruluşuna malik olan ölkələr. Hansı monarxiya dövlətləri var? 3 dənə idi müəllimə. Biri Mərakeşdir, biri Biri dərs yazılır. Buyurun. Afrikanın deyir monarxiya idarə etmə formasına malik olan ölkələri üçün ümumi xüsusiyyəti müəyyən eləyin. Müəllimə 3 dənə monarxiyası var. Biri şimalda Mərakeşdir. İkisi də cənubda Carın tərkibində olan o xırda dövlətlər deyək də. Lesoto Svazilend. Carın tərkibində deyil müəllimə. Carın əhatə olunub. Əslində yəni anklav dövlətlərdir. Amma bir dənə orada Lesoto anklavdır. O Eswatinini götürmürük. O biraz okeana var. Yarım deyək də ona. Yarım. Sonra konstitusiyalı monarxiyadır. Yox. Konstitusiyalı monarxiya deyil axı. Afrikada mütləq monarxiya və yaxud da ki, teokratik monarxiya var ki, müəllimə? Elə üçü də konstitusiyalı monarxiyadır, Mərakeşlə Lesoto Svazilend. Orada yoxdur, orada yoxdur. Bir olacaqdır, müəllimə. Konstitusiyalı monarxiyalardır. Materik daxili mövqeyə malikdirlər. Svazilendin də okeana çıxışı var, Mərakeşin də okeana çıxışı var. Bu ola bilməz. Bu getdi. Əhalisinin əksəriyyəti Niger Karfagen dil ailəsinə mənsubdur. Əhalisinin əksəriyyəti yəni üçünü də, yəni Niger Kordofana aid edə bilərik. Məsələn, Mərakeşdə ərəblər də onu Sami Hami deyərik, Şimali Afrika. Ona görə aid etmək olmaz. Bəli, üçü də aid etmək olmaz. 4-ə baxaq. BRICS təşkilatına üzv olan ölkə ilə həmsərhəddir. Düz deyir də müəllimə. Car ilə həmsərhəd, amma üçü də yox. Üçü də yox. Birinin ikisini gedir. Üçü də yox. Mərakeşə aid edə bilmərik də. Düzdür, Carın əlaqəsi yoxdur heç. 4 də yanlışdır. 4 də yanlışdır. Mülayim işıqlanma qurşağında yerləşirlər. Mülayim işıqlanma qurşağında. Bu ola bilər müəllimə. Mülayim işıqlanma qurşağında yerləşirlər. Afrikanın dağları da, yəni şimalda və cənubundakı olan Kap əjdahadır, Atlas dağları da mülayim işıqlanma qurşağındadır. Bir də bu konstitusiyalı monarxiya ölkələri də mülayim işıqlanma qurşağındadır. Yəni Lesoto və Svazilend, bir də Mərakeş mülayim işıqlanmadadır. 1-5, 6-ya baxaq. 1-5, bir də unitar inzibati ərazi quruluşuna malikdirlər. Bu da ola bilər. Unitar ərazi quruluşuna malikdirlər. Təbii ki. Məsələn, Afrikanın monarxiya federativ monarxiya deyil axı. Ümumiyyətlə dünyada cəmi 4 dənə federativ, 3 dənə daha doğrusu. İspaniyanı daha götürmürük. Onda ikisi Avropada, ikisi də Asiyadadır, bəli. İndi 3 dənə götürürük. Biri Avropada Belçikadır, bir də Malayziya Birləşmiş Ərəb Əmirliyi olacaq. İspaniyanı götürmürük elə müəllimə. İspaniyanı daha götürürük. Onu unitar götürəcəksiniz. Yəni 6 da doğrudur, 1-5-6 olacaq. 1-5-6 B variantı. 28 müəllimə mən oxuyum yoxsa kim? Bəli, siz oxuyacaqsınız. Qəşəng sual sizə düşüb. Buyurun. Yaxşı. Sonra deyir verilmiş inzibati rayonlar üçün doğru fikirləri müəyyən edin. Müəllimə, bu rəqəmlərə uyğun rayonları gəlin deyək. Məsələn, 6-da hansı rayondur? Ay müəllimə, bir dəqiqə bu iqtisadi rayonu qoy tapım, Gürcüstan nəsər. Bu elə bil Qazaxdır. Qazaxdır. Bu 3 hansı olar? 3 o Qazaxdırsa da 3 yerlərini bilmək lazımdır. 2 hansı olar? 2
Şəmkir Bax yoxdur. buradan bura qədər 2. Tovuzdur. 5 Şəmkirdir. 5 Şəmkirdir. Hə. Tovuzu Aha. burada 4 ortada Gədə Tovuz, 5 Şəmkir, Gədəbəydir. 4 4 Gədəbəydir. Gədəbəy, Gədəbəydir. 1 Bir də nədir? Daşkəsəndir. 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 Bəli. Deyir indi 1, 2, 3, yox 1 yox. 2, 3, 6 rəqəmi ilə göstərilən inzibati rayonlarda 2, 3, bir də 6. İnzibati rayonlarda deyir, mülayim isti, soyuq yarım səhra quru çöl iqliminə rast gəlinir. Yəni Qazax, Mülayim Ağstafa, isti var, Tovuzda deyir ki, həm mülayim var, həm soyuq var, həm də isti, yarım səhra var. yarım səhra var. Bu doğru olar? Ola bilər. Orada soyuq iqlim o dərəcədə yox. Gecikmə müəllimə, yarım səhra var, bir də mülayim var. Soyuq heç vaxt ola Mülayim bilməz. var, soyuq yoxdur. Elə mən də onu demək istəyirdim, soyuq yoxdur orada. Bəli. Sonra 1, 4, 5 rəqəmi ilə göstərilən inzibati rayonlar eyni iqtisadi rayonun tərkibinə daxildir. Yəni bu 1, 4, 4, xeyr 5. müəllimə, xeyr. Onlar biri çıxaq oradan. Niyə? 4 ilə 5 ola bilər. Niyə biri Eyni çıxırsın? iqtisadi rayon. Çünki bura Daşkəsəndir, Gəncə Daşkəsənə aiddir, Qazax Tovuza aiddir. Çünki Qazax Tovuza aid olanlar da bunlardır. Bəli, bəli, onu demək istəyirdim ay müəllimə. Çünki o Daşkəsən onların tərkibində deyil. O 5-i birdə, amma o təkdir. Sonra bir də 5, 6 rəqəmi ilə göstərilən inzibati rayonlar 5 ilə 6. Yəni Şəmkirlə Qazax. İqtisadi rayonlar tərkibinə nə deyir? İnzibati rayonlar eyni iqtisadi rayonun tərkibinə daxildir. Düzdür də müəllimə? Yox, 2-yə baxdınızda müəllimə 5 ilə 6 deyir ki, 2 tektonik zonada yerləşir. Düzdür? Yəni Şəmkirlə Qazax. 2 tektonik zonada yerləşə bilər? Şəmkirlə Qazax, Qazax yox axı, Şəmkir hə. Niyə müəllimə? Yerləşə bilməz ki. Qazax da götürürük. Bəli, götürəcəksiniz. 2 tektonik zona, yəni Kür çökməsi ilə Kiçik Qafqaz qalxmasına düşə bilərlər. Siz deyirsiniz, Qazaxın azca bir hissəsi düşür hə. Aha. Sonra demək müəllimə, gəlin variantları çıxaq, asan olsun da. 1 ilə 2 yanlış, düzdür? B-ni çıxdıq. 1 ilə 2 yanlış. Y-ni çıxdıq. 1 ilə 2 yanlışı. D-ni çıxdıq, qaldı ya yalnız 4-dür, ya da yalnız 3-dür. 3-ü biz doğru götürdük. Demək ki, yalnız 3 deyil onda. Belə. 4 niyə yanlış? Gəlin 4-ü izah edək. 4 niyə yanlışdır? Hər bir inzibati rayon daxilində yalnız bir şəhər mövcuddur. Hər bir inzibati rayon daxilində yalnız bir şəhər yoxdur xay müəllimə. Tovuzun tərkibində ikisi var. Tamamilə doğrudur. Əla. Super. Sağ olun müəllimə. Sağ olun müəllimə. Qəşəng. 28-i izah etdi müəllimə. İndi 29 ilə 30-u kim bəli, kim izah edər? Buyurun müəllimlər. Kim istəyir izah eləmək? Könül Baxşəliyeva. Buyurun. Səsi açın zəhmət olmasa. Könül müəllimə. Necə? Yaxşı görəcəm. İran və həmsərhəd olan, lakin 29 müəllimə, 29-dur. Hə, o 29. Ekstremal təbii şəraitdə yerləşən şəhərlər, yəni iqlimi biraz əlverişsizdir, soyuqdur və kəskindir. Hansı olacaq? Baxın, Vancouver, Santiago, Buenos Aires. Buenos Aires olmaz, adı çıxarıq. Sonra Madrid olmaz, nə qəşəng iqlimi var Madriddə, B də olmaz. Bəli. Sonra Şanxay da pis deyil, Ceni çıxarıq məsəl üçün. Bəli. Wellingtonu çıxarıq məsələn. Ekstremal deyəndə ki, əsasən Reykjavik, İslandiyanın paytaxtı, qütbə ən yaxındır. Ulan-Bator ən soyuq paytaxt şəhəri, Monqolistanın paytaxtı. La Paz da ən hündürdə yerləşir axı. Boliviyanın paytaxtı. Ona görə də Y variantı olacaq. 30-a baxaq. 30. İranla həmsərhəd olan. Lakin fərqli iqtisadi rayonlara aid olan inzibati rayonlar. İranla həmsərhəd. Lənkəran İranla sərhəddir ki. Sərhəddir. Lənkəran yox, sərhəd deyil. Sərhəd deyil. Cəbrayılla Zəngilan sərhəddir İranla. Cəbrayıl Xudafərin tərəfdən var, sərhəddir. Sərhədi ikisində var, amma bunlar eyni iqtisadi rayonda. Amma bizə deyir ki, fərqli iqtisadi rayon olmalıdır. Ağcabədi Beyləqan. Ağcabədi İranla sərhəddir müəllimə? Ağcabədi. Aradolaq qoyunçu hisslərinin olduğu. Xeyr. Beyləqan sərhəddir. İmişli sərhəddir. Amma Ağcabədi deyil. Masallı və İmişli. Cəlilabad birası var. Deyə baxaq müəllimə. Masallı, İmişli sərhəddir. Masallı, İmişli sərhəddir. Masallı yox. Masallı yox. Lənkəranla Masallının Xəzərə çıxışları var. İranla sərhədləri yoxdur. Cəlilabad və Biləsuvar ikisi də İranla sərhəddir. Amma Biləsuvar Şirvan Salyana aiddir. Cəlilabad isə Lənkəran Astaraya aid olan, yəni fərqli iqtisadi rayonlar hesab olunacaq. 31-ə baxaq müəllimə. Xəritə sxemdə eyni halda getdi.
Dəqiqə, böyüdüm. Kilosu görürəm. Eylemin diaqramına uyğunluğu müəyyən edin. Bu mənim ən çətin. Ən gözəl test sizə düşüb müəllimə dırnaq arası. Bundan heç xoşum gəlmir. Bir də müəllimə bu test formalarını sevir. Demək A hansı ölkədir? Bu İspaniya. İspaniya. B hansıdır? Əhalisinə görə fərqlənir. Hardadır? Fransadır. Almaniya. Fransa və budur. Almaniya. Bu hansıdır? Ha, Ural dil Almaniya. ailəsinə mənsub Avropa ölkəsi. Paytaxtından Dunay çayı keçir. Vardır. Oxuyaq müəllimə. Avropa İttifaqı və NATO təşkilatına üzvdür. Doğru deyir müəllimə burada. Bu 3 dənənin üçünü də soruşur da, eləmi? Üçü də, Avropa bəli, üçü də Avropa İttifaqına üzvdür, NATO üzvdür. üzvüdür. Yəni üzvüdür. istər İspaniya olsun, istər Almaniya, istər Macarıstan. Yəni bunu biz aid edirik ikiyə, yəni ortaq xüsusiyyətə. İkiyə aiddir bir. Bir. Sonra, Əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. aha. Deyəsən düzdür axı. Burada Hind-Avropa, məsələn Macarıstan Ural dil ailəsidir. Biz Macarıstanı götürməliyik. Yəni amma aynən B-nin oxşar xüsusiyyətini götürə bilərik. Düzdür, burada bir yanlışlıq var, texnik hissə. Burada 1 yazmalıdırlar məsəl üçün. Bax bu 1. Burada 1 yazmayıblar. 3 var, 2 var, 4 var Rum rəqəmi ilə 1 yoxdur. 1-ə də aid olacaq nə? 2. 1 Rum rəqəminə aid olacaq 2. Bu qıraqda özü üçün həmişə yazırsınız bunları, sonra seçirsiniz variantlardan. Yəni aynən B, yəni Fransa ilə İspaniya ilə Almaniyanın oxşar xüsusiyyəti hər ikisi Hind-Avropa dil ailəsinə aiddir. Düzdür, biri romandır, biri germandır amma. Dil ailələri eynidir. Bir də qrupları desəydi eynidir. Bu yanlış olardı. Dil ailəsində deyə biz doğru götürməliyik. Sonra deyir paytaxtı okean və dəniz sahilində yerləşmir. Yerləşmir. Düz deyir müəllimə. Yerləşmir. Üçünün də yerləşmir. Macarıstan zaten materik daxilidir. Bunların da, məsələn, Portuqaliyanın paytaxtı Lissabon var ha, okean sahilindədir. Hansı ölkələrin paytaxtları okean sahilindədir? Sizin üçün konspekt hazırlamışam, qızıl fonda göndərəcəm. Məsələn, Perunun paytaxtı Lima okean sahilində yerləşir. Şri-Lankanın paytaxtı Kolombo okean sahilindədir. Omanın paytaxtı Məskət okean sahilindədir. Yeni Zelandiyanın paytaxtı Wellington şəhəri, o da okean sahilindədir. Yəni bu da aid olacaq, bunların heç biri okean sahilində olmur bu ölkələrin. Ona görə də bu oxşar xüsusiyyət kimi 2-yə, yəni 2 Rum rəqəminə aid edirik 3-ü. Yəni yerləşmir, ona görə aid etdik. Paytaxtı okean və dəniz sahilində yerləşmir. Sonra deyir Slavyan dilli xalqların üstünlük təşkil etdiyi ölkələrlə həmsərhəddir. Ölkələrlə həmsərhəddir. Hə, bu var. Həmsərhəddir. Bu yoxdur deyəsən. Hə, məsələn, Fransa, Slavyan dil bu Şərqi Avropanın hansı qonşudur? Ya Macarıstan ya da ki Almaniya, düzdür? Almaniya. Polşa, Çexiya, Slovakiya. Demək bunlar Slavyan dilli dövlətlərlə qonşudur da. Yəni B ilə C. Yəni B və C. Bunların oxşar xüsusiyyəti 4-dür. 4 rəqəminə də uyğun gələcək nə? Elə 4. Yəni 4-cü sıra. Sonra deyir qeyri ölkələrindən hesab olunur. Hə. Biz təbii ki, qeyri-milliyə aid edəcəyik Avropanın ən qəşəng ölkələri inkişafı İspaniyanı aid edə bilərik, bir də Fransanı aid edə bilərik. Macarıstan isə qeyri-milliyə üzv deyil. Qeyri-milli üzv deyil. Məsələn, qoşulmama təşkilatına üzv olan ölkələrdən bir dənə Avropada hansı ölkədir bilirsiniz? Belarus. Belarus bir dənə qeyri-millidir. Amma ən çox üzv olan ölkə qitə Afrika qitəsi olacaq. Müəllimə, sevdiniz bu sualı? İndi bunu əsas mən bax burada bu dairənin içərisində yerləşdirə bilmirəm. Yerləşdirmək gəlin deyə. Demək müəllimə, burada 1 olacaq, 1-i yazmayıblar. A ilə B, yəni A ilə B-yə nəyi aid etdik biz? A ilə B, yəni İspaniya ilə Fransaya aid etdik. Əhalinin əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Düzdür? 1-ə 2 aiddir. Məsələn, C-ni çıxarsınız 1-ə 2 deyil, Y-ni çıxarsınız 1-ə 2 deyil. Sonra B-də burada yazım 2 3. 3 aiddir paytaxtda okean və dəniz sahilində yerləşmir. Elə Macarıstan da yerləşmir də. 3-ünə də aid edərsiniz. Ona görə B-ni də götürmürsüz. Qaldı A ilə D. Ya A olacaq bizim cavabımız, ya da D olacaq. İndi 2-yə baxırıq. 2 hansıdır? Ortaq xüsusiyyət. Hər üçünün kəsişməsində olandır. Düzdür müəllimə? Hər üçünə aid olan nədir? Hər üçünə aid Avropa İttifaqına və NATO-ya üzv olmaları, bir də paytaxtının okean və dəniz sahilində yerləşməməsi. Yəni 1 ilə 3-cü sıralar aiddir 2 Rum rəqəminə. 1 ilə 3 hardadır? A-da deyil. Görürsünüz müəllimə 3 ilə 4 verib. Buradadır 1 ilə 3. Görürsünüz? İkinci Rum rəqəmi 1 ilə 3. Sonra 3-ə aiddir aynən C, yəni İspaniya və nə? Macarısda 3 Rum rəqəminə, yəni A ilə C-yə.
aiddir. Qeyri ölkəsi hesab olunmur. Olunmur. Deyəm axı. Olunmur. Bura Almaniya olacaq, İtaliya olacaq, Fransa olacaq, Böyük Britaniya olacaq. Bir də Avropa İttifaqı ölkələri. Bir də 4-ə aid edirik. Slavyan dilli xalqlar təbii ki, Almaniya və Macarıstan. Almaniya, Macarıstan. Variantı. A variantı. Avstraliyada Hind okeanda olacaq, Dampir və Port Hedland olacaq. Newcastle, bəli, Melbourne'da başım. Sakit okeanda olacaq. Düzdür? Sakit Bəli. okeandadır, bəli, Cavab A A variantı. olacaq. 33-ü kim izah edəcək? Sabahınız xeyir, Leyla müəllim. Buyurun müəllimə. 33 sizindir. Bəli. Hə, dedilər. İqtisadiyyatın ikinci sektoruna aid olan təsərrüfat sahələrini müəyyən edin. İkinci Yadda sektoru saxlayın. Əgər hasilat sözü görsəniz, bilirik ki, faydalı qazıntıların hasilatı birinci sektora aiddir. Hasilat sözünü görsəniz çıxacaqsınız variantlardan. Məsələn, burada daş kömür hasilatı görəcəksiniz. Düzdürmü müəllimə? Buyurun çıxın. bəli. Anı çıxdı. Aha, çıxdı. Hə. İndi Burada burada məsələn neft hasilatı görürsüz D-də. D-ni çıxarsınız. Aha, bir Biri- də ki, Aha. belə metallurgiya var burada. Bir dəqiqə Onu da müəllimə. çıxmaz. Turizmdir. Hə. Xidmət sahələri 2-yə aiddir. 3-ə aid olduğu üçün C-də turizmi də çıxarsınız. Y-də bankı görsəniz o da xidmətdir. Yeni də çıxarsınız, cavab qalacaq B B. variantı. Müəllimə. Qarabağ iqtisadi rayonuna aid olmayan xüsusiyyətləri müəyyən edin. Hardadır? Hə. Birinci, inzibati rayonların sayı şəhərlərin sayından daha çoxdur. Qarabağ Yadda iqtisadi saxlayın, rayonunda. rayonun sayı şəhərin sayından çox olan bir dənə iqtisadi rayon varsa, o da Naxçıvandır. Qalan bütün rayonlarda şəhər çoxdur rayondan. Hı. Hə. Ona görə də bu Şəhərlərin sayından yanlışdır da, doğru olmayanı bizdən istəyir. Elə bir aid olacaq. Aha. Sonra Yeni mərmər, çıxarıq, cil, C-ni çıxarıq. Hə. aha. Mərmər, cil və neft ehtiyatlarına malikdir. Neft ehtiyatı yoxdur Qarabağ Niyə ki, iqtisadi rayonunda. Bərdədə var neft ehtiyatı, Qarabağ iqtisadi Hə, rayonunda, hətta Qazax Tovuzda da var, Şəmkirdə neft ehtiyatı var, Tovuzda neft ehtiyatı var. Orada da biz neft ehtiyatı götürməliyik. Qarabağ Aha, onda iqtisadi rayonunda C-ni neft var. Bəli. Ona görə də İkincisini 1, 2 doğrudur. Neft də var, gil bütün yerlərdə var onsuz da. Mərmər də Qarabağda bilirsiniz də, Ağdamda Gülablı mərmər yatağı var da, düzdür? Ona görə də 2 doğrudur. Hə. Aha. Sonra Sonra üçüncüdə ərazisində Köndələnçay, Tərtər və Həkəri çayları axır. Bu Qarabağ iqtisadi, Qarabağ vulkanik yaylasındadır bu. müəllimə, Qarabağ Rayon iqtisadi rayonu. ərazisində. Hansına aiddir? Füzuli var, deməli Füzulidən axan çay olmalıdır. Xocavənd var, Şuşa Aha. var, Ağdam var, Bərdə var, Ağcabədi var. Bax bunları deməli. Burada Onda məsələn Köndələn onda bilirik ki, bunu Füzulidə qutarır. Elə Köndələn çay su anbarı, Köndələn çay 1, Köndələn çay 2. Bunlar Füzulidə olacaqdı. Düzdür müəllimə? Sonra Tərtər çayı Bəli. təbii ki, Qarabağdan keçir. 4 dənə Şərqi Zəngəzurdan, Qarabağdan keçir. Amma inzibati rayon olaraq 4 dənə inzibati rayondur. Çünki Ağdərə də Qarabağa aiddir həmçinin. Ağdərədə yerləşir su qovuşan və Sərsəng. Aha. Amma Həkərinə aid Aha, etməsi. bizə- Çünki Həkəri Laçından başlayır, gəlir aşağı Qubadlı, sonra da sonlanır Zəngilanda. O sadəcə bu dediyim rayonlar hansı iqtisadi coğrafi rayona aiddir? Şərqi Zəngəzura. Qarabağ iqtisadi Şərqi o Şərqi iqtisadi Zəngəzura rayondur ki, orada deyil. şəhər və rayonların sayı bərabərdir. Bütün inzibati rayonları xarici ölkə ilə sərhəddir. Hətta bir inzibati rayonu var ki, 2 xarici ölkə ilə sərhəddir. Söhbət hansı inzibati rayondan gedir? Qarabağ iqtisadi rayonu. Vecnəli Qızıl Yatağının olduğu inzibati rayondan, Bəsitçay qoruğunun yerləşdiyi inzibati rayondan, Hə. təbii ki, Zəngilandan. Həm Ermənistan, həm də Zəngilan. İranla sərhədi var. Hə, demək müəllimə, bu Həkərini biz Həkərdə bir də Güləbir su anbarı var ha, bunu da yaddan çıxartmırsınız. Həkərini aid etmirik 3 yanlışdır. Demək B-ni də çıxarıq. B-də çünki 3 yoxdur. Demək ya A olacaq ya da D olacaq. Bizdən aid olmayanı istəyir. 1, 3 yanlışdır deyə biz onu nəzərimizdə saxlayırıq. İndi baxaq, beynəlxalq hava limanı fəaliyyət göstərir. Düz deyir? Beynəlxalq hava limanı fəaliyyət göstərir. Bu Qarabağ iqtisadi rayonunda əsas demək olar ki, Bəli, Füzulidə hava limanı var da müəllimə, doğrudur. 4-ü biz götürməliyik çünki doğrudur. sahəsinə görə yanlış şəkil Zaqataladan iqtisad geri qalır. Deyəcəksiniz müəllimə, elə ən böyük sahəsinə malik elə iqtisadi rayon Qarabağdır da, elə ondan niyə geri, Hə. Qarabağ niyə geri Bəli. qalsın ki? Elə bütün rayonlar ondan Qarabağdan geri qala bilər. Elə ən böyük çünki Qarabağdır. Yəni Hə, ona görə 5 yanlış. Cavab olacaq 1, 3, 5. D variantı. 1, 3.
İndi Bilmirəm. 6-ya baxaq, deyir 2 İnzibati rayonu Kür, 1 İnzibati rayonu Arad çayı sahilində yerləşir. Təbii ki, doğrudur. Arad çayı sahilində də bir dənə rayonu hansıdır? O da Füzulidir. O yerləşir Arad çayı sahilində. 35-i izah edin Demək müəllimə. Hı -hı. Respublikamızın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Kənd təsərrüfatı ilə. Hı -hı. Dayanın. Alçaq dağlıq və dağətəyi rayonlarda yazlıq taxıl əkinlər. Yox, bu doğru deyil. Bax, hardadır ki, yazlıq taxıl əkinləri? Dağətəyi, hə, elə bir fikrimdən O çıxıb elə payızlıqdır bilirəm. müəllimə. Düzən ərazi payızlıq olur. Dağ, təbii ki, dağ ətəkdə, dağlıqda yazlıq olur. Hə, dağlıq əra, yazlıq, hə, dəmiyə əkinçiliyidir. Hı -hı. Düz deyirsiniz. Yığılan taxıl məhsullarının çox hissəsi heyvandarlıq və quşçuluqda yem məqsədi ilə istifadə olunur. Təbii ki, Azərbaycanda taxılı biz quşçuluqda və yem heyvandarlıqda istifadə edirik. Yem bazası kimi hə, istifadə olunur. 2 də doğrudur. 1-2 olanları çıxsaq, müəllimə, qalır Y ilə C. Həmişə belə 2 dənə qəşəng variant sonda qalır. İndi əsas şans məsələsi və diqqət onda lazımdır ki, burada çaşmayaq. Hə. İndi 4-ə də baxaq. 4 bunların içərisində olmasa 4-ə baxaq. Deyir alçaq dağlıq ərazilərə torpaq. Alçaq dağlıq ərazidə şoranlaşma nə gedir? Şoranlaşma olacaq məsələn düzən ərazidə, yarım səhrada. Düzdürmü? Meliorasiya tədbirləri aparılır özdə. 4 yanlışdır. Bizə doğru olanlar lazımdır. Ya 5 doğrudur, ya da 6 doğrudur. Deyir Naxçıvanın düzənliklərində qışın sərt keçməsi. 6 doğru deyil. Aha, niyə? 6 doğru deyil. Gəncə Qazax düzü, Qərzəçli meyvəçi, Qərzəçli axı Şəki Zaqataladadır. Tamamilə doğrudur. C-ni çıxdıq, qalır Y variantı. Həqiqətən də Naxçıvan düzənliklərində qışın sərt keçməsi, orada soyuğa davamlı qoyun cinsləri deyərkən balbas qoyunçuluğunu nəzərdə tutur ki, yetişdirilməsini. Bəli. Aha, 1, 2, 3. 1, 2, 5. Hə, Y variantı olacaq. Siz demək 2 dənə izah etmişsiniz müəllimə, yoxsa 3 dənə oldu? 3 dənə oldu. Yox, 3 dənəsini etdim. Hə. İndi digər müəllimlərə baxaq, görə kim izah etmək istəyir, buyursun. İstəyirsiniz bunu da deyim. Buyurun, deyin. Deyin. Hə. Qəhvə istehsalına görə fərqlənən nə yazılıb bura? Qəhvə istehsalına görə fərqlənən Asiya ölkələri. Asiya ölkələrinə aiddir. Dayanın, deyim sizə söyləyim. Yox. Vyetnam, Hindistan. Biri qaramalın sayına görə fərqlənir. Biri sosialist yarımada ölkəsidir. Bu C variantı deyil. Şri Lanka, Vyetnam, Butan nə əlaqə mənə? Butanı aid edə bilmərik. Məsələn, burada Türkmənistan qəhvə nə əlaqə? Livan nə əlaqə? Əfqanistan nə əlaqə? Qalır gözəl 3 dənə Vyetnam. Vyetnam, Hindistan, İndonesiya. Bəli, bunlar Asiya ölkələrdə qəhvəyə görə seçilir. 37-ni müəllimlər kim izah etmək istəyir? Yoxsa bir yerdə edək? Siz cavabları yazın onda. Hə, buyurun Gündürə müəllimə. Buyurun. 37. Respublikamızın sənayesi ilə bağlı doğru fikirləri müəyyən edin. Gəncə alüminium oksid istehsal edir. Müəllim, alunit. Düzdür müəllimə. Gəncə alüminium zavodunda alüminium oksid istehsal olunur. Doğrudur bir. Hə, oksid. Aha. Gəncə Daşkəsən iqtisadi rayonu elektrik enerjisi istehsalına görə Aran iqtisadi rayonunu geridə qoyur. Xeyr, müəllim, Aran iqtisadi rayonu Mingəçevir orada. Bəli, Aran əksinə geridə qoyar Gəncə Daşkəsəni. 2 yanlışdır. Geridə qoyur, 2 səhvdir. Emal sənayesinin üstün inkişafı ticarət balansının müsbət olmasına səbəb olmuşdur. Emal sənayesinin üstün inkişafı bizdə emal sənayesi deyil, hasilatdır bizdə. Emal məsələn yaxşı olar inkişaf etmiş ölkələrdə. Bizdə o təbii ki yanlışdır. Sonra hasilatdır, bəli, bu da səhvdir. Ağır sənayenin əsas müəssisələri ölkəmizin cənub rayonlarında cəmləmişdir. Xeyr, müəllim. Cənub rayonunda ağır sənaye deyirkən Gəncə Daşkəsənə baxırıq ki, o da qərb tərəflərdir. Bəli. Respublikamızın sahəsinə görə ən kiçik iqtisadi rayonu sənaye məhsulları istehsalının payına görə ölkəmizdə birincidir. Bu 5 düzdür müəllim. Niyə? Hansıdır bəs? Hansı iqtisadi rayondur ki, sahəsinə görə ən kiçikdir, amma sənaye məhsullarına görə birinci yerdədir. Urbanizasiyaya görə də birincidir. Sənaye sahələri ən çox Bakıdadır da. Təbii ki, Bakı ən kiçikdir. Bakıdır. Tamamilə doğrudur. Axırdan birincidir də Bakı. Bəli. Əhalisinə görə birincidir, sahəsinə görə kiçikdir. Urbanizasiyaya görə birincidir. Bəli. Qarabağ iqtisadi rayonu da sahəsinə görə birincidir, əhalisinə görə üçüncü. Bəli. Belə yadında qalır. 38. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Deməli, birinci çuva, bu türk dövlətləridir.
Çuvaşya, Başda gələn birincidir. Başqırdistan. Sonra Başqırdistan. Tataristan. Çuvaş balaca Çuvaşdır. İki Tataristan ortadadır, yada saxlayın. Hə, iki Böyük, onlar isə Tataristan, baş olan nədir? Böyük. Yəni Başqırdistan. 3 Başqırdistandır. Hə, 3 Başqırdistandır. Cavab Deməli, Y burada variantı olacaq. Bəli. 39 ilə 40-ı da kim izah edər? Sağ olun Gülnurə müəllimə. Sonlandırar. Ramilə müəllimə buyursun. Sağ olun. 39 nədir? Neftlə daha çox çirklənməyə məruz qalmış su hövzələri. Dəqiqəm. Ərəbistan, OEDL, Xəzər dənizi, İran. Birdən müəllimə OEDL dənizi olmaz. Niyə olar? 2-də B-də Xəzər olar, İran olar, Anadır körfəzi olmaz. Meksika, Şimal Karib dənizi, C bəndi. Tamamilə doğrudur. B-də Biskay olmaz, Y-də də Yuros olmaz. 40-a baxaq. Bəli. 40 nədir? Xəritə sxemi əsasən iqtisadi rayonların əhalisinin sayının azalmasına görə sıralayın. Ətdədə. Ən çox deməli 1, 2, 3, 4. Qazax, Tovuz, Mərkəzi Aran. Sonra Quba, Xaçmaz. Bir də ki, o nə idi? Əhalisinin sayına görə müəllimə baş hərflərini yazıram. Bakı, Lənkəran, Qarabağ, Mərkəzi Aran, Qazax, Tovuz. Sonra gələr Şəki, Zaqatala. Sonra gələr Gəncə, Daşkəsən. Bura qədər yazın, bəs eləyir. Hə? Bunları mən yadda saxlaya bilmirəm. Doğruda. Skrin eləyim, baxaram. Sonra da gəlir müəllimə Quba, Xaçmaz. Sonra gəlir Milmuğan. Sonra da gəlir Şirvan, Salyan. Bunları bilməli idi ardıcıllığını. Bakı, Lənkəran, Qarabağ, Mərkəzi Aran. Mərkəzi Aran təsəvvür edin. Qazax, Tovuzdan çoxdur. Qazax, Tovuz Şəki, Zaqataladan çoxdur yaxınlığındakı. Gəncə, Daşkəsən, Quba, Xaçmaz təsəvvür edir. Sonra gəlir Milmuğan. Şirvan, Salyandan çoxdur. Milmuğanla da Şirvan, Salyan yaxındır bir-birinə. Milmuğan, Şirvan, Salyandan çoxdur əhalisi. Bunu yadda saxladıq, indi pozuram. İndi müəllimə bu xəritədə seçin. Onların içərisində mən birinci Mərkəzi Aran adını çəkdim də bunların içərisində. Mərkəzi Aran daha çox olacaq. Sonra gəlir Qazax, Tovuzun əhalisi çox olacaq. Qazax, Tovuzdan sonra Quba, Xaçmaz gələr. Sonra Milmuğan, sonra Şirvan, Salyan gəlir. Çünki özüm dedim axı, Milmuğan Şirvan, Salyandan çoxdur. Ona görə dedim ki, bunda belə də əslində Mərkəzi Aran rayonları yəni. Amma bunların içərisində ən çoxu Mingəçevirə görə yadasa Mingəçevir Qazax, Tovuzdan çoxdur. Sonra Quba, Xaçmaz gəlir. Quba, Xaçmaz da Milmuğandan çoxdur. Bu inanmıram sertifikasiya düşsün. Bu miqə düşər belə suallar. Sertifikasiya düşə bilər məsəl üçün ilk üçlük. Əhalisinə görə ilk üç olar məsələn. Bakı, Lənkəran, Qarabağ. Bunu verər, deyir sıralamanı düzün. Azdan çoxa, çoxdan aza. Düzdürmü? Yada saxlayın. Qarabağ 3-cü yerdədir. Bakı, Lənkəran, Qarabağ. Sonra 4-cü yerdə Mərkəzi Aran gəlir. Elə bunun üzərində işarəliyim. Elə skrin eləyin. Yaxşı müəllimə, bax işarəliyinə bunu skrin edəsiz. Bax rəqəm qoyacağam. Rəqəm ardıcıllıqla. 1 dəqiqə. Qoy sizə asan olsun. Deməli birinci gəlir Bakı 1, 2, Lənkəran, sonra gələcək Qarabağ 3, sonra 4 gələcək, sonra gələcək Mərkəzi Aran, sonra Qazax, Tovuz gələcək, bura yazaq 5. Sonra Qazax, Tovuzdan sonra Şəki, Zaqatala gələcək yaxınlığında 6. Şəki, Zaqatalandan sonra Gəncə, Daşkəsən gəlir 7. 5, 6, 7 görürsünüz bir yerdədir. Belə yada saxlayın. Sonra Gəncə, Daşkəsəndən sonra Abşeron gəlir 8. Sonra nə gəlirdi? Quba, Xaçmaz gəlir 9. Quba, Xaçmazdan sonra Milmuğan gələcək 10. Burada nə idi? 11 idi Şirvan, Salyan. Görürsünüz yaxınlığındadır 11. Sonra təsəvvür edin Şirvan, Salyan Naxçıvandan çoxdur. Bura 12 olar. Naxçıvan 12-dir. Naxçıvandan sonra Şərqi Zəngəzur onun yaxınlığında 13-dür. Ən az olan hansıdır? Yanar şistinin olduğu 10. Hə, 14-ü yazdım mən. Hə, 14 olacaq. 14 dənə rayondan sonra. Bax bir dəqiqə skrin eləyim bunu. Sahəsinə görə də Bakı, Lənkəran, Qarabağ, Mərkəzi Aran. Yox, birinci elə Qarabağ gələr. 1, sahəsinə görə. 2, 3, 4, 5, Mərkəzi Aran.